Günaydın sevgili seyirciler ve günaydın stüdyomuzda bulunan öğrenci arkadaşlarımız. Yine her sabah olduğu gibi sizlerle beraberiz ve tam 3 saat boyunca programımız TRT Avaz ve İçtimai Televizyonu ortak yayınıyla sizlerin karşınızda olacak. Ve bizler de sizlere bu 3 saat boyunca elimizden gelen her şeyi yapacağız ki güne güzel bir şekilde başlayın ve bir gün daha bizler size yeni güne başladık. Yeni güne hepiniz hoş geldiniz. Assalomu alaykum ona yurtim O'zbekiston, assalomu alaykum qardosh o'lkalar va assalomu alaykum har tongni bizlar bilan qarshi olgan aziz va qadrli muxlislarimiz. Bugun bahor oyining so'nggi seshanba kunidamiz, so'nggi kunidamiz va yoz fasliga qadam qo'yamiz. Qalbimizda bahorning va yozning iliqligini doim his qilaylik. Bugun ham Turkiya soati bilan 7:10 soatlari aro va O'zbekiston soati bilan 9:12 soatlari aro xizmatingizda bo'lamiz. Biz bilan birga qoling, zero yangi kun, yangi tilak, yangi umidlar deyishadi. Barchangizga xayrli tong. Çok teşekkür ederiz. Sağ olun o güzel alkışlar için sevgili arkadaşlar. Evet, biraz önce Nergis'in de söylediği gibi bugün 31 Mayıs. Yani baharın son günü artık ve yarından itibaren yazı karşılayacağız. Hep beraber yaz mevsimine gireceğiz. Gerçi başkent Ankara hala yaz mevsimine girmemiş olsa da evet, her gün Ankara'da yağmurları yaşıyor olsak da illaki önümüzdeki günlerde havalar daha da ısınacak ve güneş o güzel yüzünü gösterecek. Tabii programımızı sizler de dikkatli bir şekilde izlemeye devam edin. Çünkü biliyorsunuz yarışmamız da hala devam ediyor ve belirleyeceğimiz 2 çiftimiz var. İlerleyen dakikalarda bunun anonsunu yapacağız tabii ama öncelikle ikili pencerede değerli dostlarımızı Nergis görelim. Evet, birazdan değerli dostlarımız Salih ve Aynur'u ikili pencerede göreceğiz ve onları da selamlayacağız. Azerbaycan'ı selamlayacağız. Tüm kardeş ülkemizi, kardeşlerimizi selamlayacağız. Evet, şu anda biz değerli dostlarımızı görüyoruz. Evet, Levent. Zamanıdır o zaman selamlamanın. O güzel simaları gördük. Bak o gülümseyen yüzleri gördük. Ve bizlere günaydın, merhaba demek için hazırlar. Biz de Azerbaycan'a gidelim o açık pencereden. Ve coşkulu Alkışlarla alkışlarımızla. gidelim. Əziz dostlarımız, çox dəyərli həmkarlar, sabahınız xeyir, səhərləriniz aydın olsun. Hörmətli bizə baxan tamaşaçılar, Azərbaycan xalqı, Türk dünyası, ürəkdən salamlayırıq sizi. Azərbaycanın İctimai Televiziyası və TRT Avaz hər sabah olduğu kimi bugün də yeni gün ortaq yayımını təqdim edir və bu telekörpüdən keçəcək, yolunu salacaq hər bir tamaşaçımıza biz yalnız və yalnız xoş gəlib səfalar gətirmişsiniz söyləyirik proqramımıza. 31 may tarixi, Nərgiz və Levent artıq bunu qeyd etdi ki, bu baharın sonuncu günüdür. Amma belə bir əlamətdar günlə yanaşı, həm də Azərbaycan təqvimində bir başqa əlamətdar hadisə ilə 31 may yadımızda qalıb. Son zəng, məzun günüdür bugün. Ürəkdən təbrik eləyirik. Tədris ocaqlarında təhsil alan bütün müəllim və şagird heyətini, bu günü həyatının önəmli günü kimi qeyd eləyən insanları, əziz və çox dəyərli müəllimlərimizi, çox əziz məzunlarımızı, birinciləri sizə can sağlığı, işlərinizdə uğurlar arzu edirik və bugünkü proqramımız 3 saat boyunca bütünlüklə Azərbaycanda keçirilən məzunlara və məzun gününə həsr olunacaq. Sabahınız xeyir olsun əziz tamaşaçılar. TRT Avaz və İctimai Televiziya ortaq yayımını izləyən hər bir tamaşaçını ürəkdən salamlayırıq. Sabahınız xeyirli, uğurlu açılsın söyləyirik. Əziz dostlarımız, xoş simalı, gülər üzlü Levent və Nərgiz, sabahınız xeyirli olsun. Bizlər sizi görməyimizə çox şadıq və sizin də salamlaşmağınızdan, sözlərinizdən gördük ki, eyni hissləri siz də yaşayırsınız. Salih də qeyd elədi, bugün 31 may həm yazın son günüdür, həm də ki bizdə Azərbaycanda bugün
gün məzun günü kimi qeyd olunur. Bu gün hər birimizin xatirələrində xoş anlarla yadda qalıb. Bu gün də biz verilişimizdə bu barədə söhbət açacağıq. 3 saat ərzində demək olar ki, bayram əhval-ruhiyyəli proqramımız olacaq. Əzizlərimiz bütün məzunları, müəllimləri, ümumiyyətlə elmlə, təhsillə məşğul olan bütün insanları bu bayram münasibəti ilə ürəkdən təbrik edirik. Levent və Nərgiz, sizin studiyanızda öğrenciləri gördük. Proqram başlayan dəqiqələrdə Azərbaycandan, paytaxt Bakıdan onlara salamlarımızı göndəririk və bizim də bugün studiyamızda Bakının 52-13 nömrəli məktəbinin müəllim və şagird heyəti əyləşib. Ürəkdən salamlayırıq sizi, xoş gəlmişsiniz. Alqışlarınızı səsləndirin. Bu gözəl alqışlarla biz bərabərliyimizi davam eləyək və ürəkdən təbrik edirik sizi də məzun günü münasibəti ilə. Və əlbəttə ki, hər birimiz məktəb illərimizi sevərək xatırlayırıq. Məktəb illəri həyatımızın ən önəmli, ən fərəhli, ən qayğısız, ən gözəl çağlarıdır. Və yaxşı ki, Tanrı insanlığa belə bir gözəllik bəxş edib ki, biz yazmağı məktəbdən öyrənirik, biz müəyyən davranışı məktəbdən öyrənirik, biz həyata ilk addımımızı məktəbdən başlayırıq. Və belə olan təqdirdə bilirəm ki, həm Leventin, həm Nərgizin, həm hər birimizin məktəblə bağlı ən gözəl xatirələrimiz var. Zaman olacaqsa proqram boyunca bu xatirələri yada salacağıq. Hal-hazırda isə Nərgiz və Levent'i eşidək. Evet, Salih ve Aynur İçtimai Televizyonu'nda ve tabii ki başkent Ankara'da TRT Avaz ekranlarında öğrenci arkadaşlarımız bize program boyunca eşlik edecek. Onların enerjisini bizler de program boyunca yaşayacağız. Peki sevgili izleyiciler, sizler de enerjinizi, o dinamizminizi bizlerle paylaşmak ister misiniz? Ya da görüşlerinizi veya görmek, duymak istediklerinizi bu mevsimin artık son gününde, baharın son gününde eğer görüşlerinizi ve isteklerinizi duyurmak isterseniz işte telefon numaralarımız. Önce Türkiye'nin alan koduyla başlayalım. 0090 Türkiye'nin alan kodu, 312 başkent Ankara'nın alan kodu, 466 99 çift 0 01 02. Şu anda ekranda gördüğünüz telefon numaralarından bize program boyunca ulaşabilirsiniz. Ve tabii ki yarışmamız devam ediyor. Yarışmamız için de telefonlarınızı bekliyoruz tabii ki. Bunun dışında eğer internet başındaysanız, ben internetten size kolayca ulaşırım çünkü bilgisayarım hemen elimin altında diyorsanız, işte elektronik posta adresimiz yenigün.trt.net.tr ve Facebook adresimiz de TRT Avaz Yenigün. Hurmatli tomoshabinlar, TRT Avaz kanali va ijtimoiy kanali orqali Telemost efirimiz boshlandi. Bugun do'stimiz Salih ham aytib o'tgani kabi 31 may qardosh o'lka Ozarbayjonda so'nggi qo'ng'iroq kuni ekan va shu munosabat bilan biz Ozarbayjondagi barcha talabalarni chin dildan qutlab qolamiz. Hurmatli tomoshabinlar, ko'rsatuvimiz davomida siz qiziqarli suhbatlarga sherik bo'lish istagida bo'lsangiz, unda biz sizlarga o'z telefon raqamlarimizni eslatib o'tamiz. 0090 bu Turkiya kodi, 312 bu Ankara kodi, 466 99 00, 466 99 01 va 466 99 02 raqami. Bundan tashqari elektron pochta adresimiz yenigün programmi trt.net.tr, takrorlayman, yenigün programmi kuchukcha trt.net.tr va albatta ki Facebook adresimiz ham bor, uni ham eslatib o'tamiz. TRT Avaz Yenigün, takrorlayman, TRT Avaz Yenigün, albatta kutib qolamiz. Evet, bizler artık sizleri selamladık. Güne beraber başladık. Biraz önce de söylediğimiz gibi artık bu baharın son günü. Yaz mevsimi geliyor, sıcaklıklar artık daha da artacak ve hepiniz tatil yapma şansını yakalayacaksınız. Azerbaycan'da bugün değerli öğrenciler tatile giriyorlar. Onlar da artık bu dönemlik öğrencilik hayatlarını noktalıyorlar. Yeni dönemde bakalım onları neler bekleyecek. Hepinize iyi tatiller dileyelim ve eğer sizler de bugün bize beraber başladıysanız bizimle beraber bu programa, hepinize bir kez daha günaydın. Yeni güne, yeni gün seher vaktine hepiniz hoş geldiniz. şekilde başladık ve birazdan biz ikili pencerede çok değerli dostlarımız Salih ve Aynur'u göreceğiz. Onları tekrardan selamlayacağız. Evet, şu an onları görüyoruz ve biz coşkulu alkışlarımızla yollanacağız İçtimai kanalına.
Mən həm də salamlayıram Yeni Gün Orkestrinin üzvlərini Nərgiz, Arif Balaban, orkestra rəhbəri başda olmaqla orada çox dəyərli, çox istedadlı musiqiçilər əyləşib ki, onların hər biri bizim üçün çox doğma insanlardır və bu mövsüm boyunca biz bərabər hər sabah salamladıq tamaşaçılarımızı. Çox böyük bir təəssüf hissi ilə bunu da bir daha yada salıb qeyd etməliyəm ki, biz bu həftə TRT Avazla olan bu ortaq yayımlarımızı artıq bitiririk, mövsüm bağlanır və növbəti mövsümdən inşallah ki, biz davam eləyəcəyik bu telekörpülərimizi. Musiqiçilərdən söz düşdüsə, bizim də studiyamızda musiqiçilər var. Gəlin bir onları alqışlayaq ki, gözəl əhval-ruhiyyə ilə başlasınlar bizim musiqi dəqiqələrimizi. Malik Paşayev və onun rəhbərliyi ilə Abşeron instrumental qrupunun çox gözəl musiqiçiləri bizimlə birlikdədirlər. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Bilmirəm, ailələrinizdə son zəngi qeyd edənlər var, yoxsa yox, aranızda doğmalarınızın, qohum-əqrabalarınızın son zənginə bugün qatılacaqsınız, yoxsa yox. Hər halda bu Azərbaycanda qeyd olunan bir bayramdır, gözəl bir bayramdır, odur ki, pay düşür sizə də. Bir daha təbrik edirəm hər bizi izləyən tamaşaçımızı və studiyada əyləşən qonağımızı, iştirakçılarımızı. Gözəl bir musiqi ilə davam eləyək verilişimizə. Əlbəttə ki, alqışları da yaddan çıxartmırıq. Bravo.
Bravo. Bravo. Çox sağ olun. Malik Paşayev rəhbərliyi ilə Abşeron instrumental ansamblı üçün gəldi alqışlarımız. Təşəkkür edirik və proqramımız davam edir. Bir daha sabahınız xeyir. Sabahınız xeyirli, uğurlu olsun əziz tamaşaçılar. Bugün məzun gününü qeyd edirik. Bayram əhval-ruhiyyəli bir proqram yaşayacağıq birlikdə. Və Salih, səndən soruşmaq istəyirəm. Bax, bugün hər birimizin xatirində xoş anlarla yadda qalıb. Mənə elə gəlir ki, həm bizə, həm də tamaşaçılarımız üçün də çox maraqlıdır ki, məhz bugün sənin xatirində necə qalıb? Çox gözəl. Məktəb illəri ümumiyyətlə mən əvvəldə də söylədim ki, hər birimizin həyatında ən önəmli, ən vacib illərdir. Düzdür, bəzi şıltaqlıqlarımız da olub ki, onu indi açıb söyləməyəcəyik. Onsuz da olmaz məncə. Amma həqiqətən də məktəb illəri hər bir kəsin həyatında ən yadda qalan illərdir. Bu barədə daha yaxşı müəllimlər ümumiyyətlə danışa bilər. Bizim bir daha yada salıram ki, bugün 52 və 13 nömrəli məktəblərin müəllimləri, şagirdləri buradadır. Bir daha salamlayıram sizi, xoş gəlmişsiniz. Və bu məzun günündə sözsüz ki, sizin ürəyinizdən keçən təbrik sözləri var. Bir neçə cümlə ilə buyurun. Başlayaq elə sizdən, daha sonra biz digər müəllimlərimizi də eşidəcəyik. Mən bugün müstəqil həyata atılan 11-cilərimizi ürəkdən təbrik edirəm. Bütün Bakı məktəblərinə tutduqları yoldan böyük müvəffəqiyyətlər arzu edirəm. O gün olsun ki, onların adı yüksək ali məktəblərimizdən, sənət peşə ocaqlarımızdan gəlsin. Hamıya bir daha uğurlar arzulayıram. Çox sağ olun. Buyurun siz, zəhmət olmasa. Mən də öz növbəmdə bugün bu gözəl gün münasibəti ilə bütün məzunlarımızı təbrik edirəm ürəkdən. Onların üzərində zəhməti olan müəllim heyətini, onların valideynlərini ürəkdən təbrik edirəm. Bütün Bakı məktəblərinin müəllim heyətini, məzunlarını ürəkdən təbrik edirəm. Bir də ki, bilirik ki, yaşamağın mənası günlərin sayında deyil, mənalı günlərin sayındadır. Bu məktəb illəri mənalı günlərin sayının cərgəsində ilk yer tutur. Mən bu münasibətlə, bu mənalı günlərin sayı münasibəti ilə məzunlarımızı ürəkdən təbrik edirəm. Çox sağ olun. Sizinlə Bahəm. Və sözünüzə qüvvət. İnsan hansı yaşda olursa olsun öz oxuduğu məktəbin yanından sakit keçə bilmir. Mütləq qəlbi sızıldayır. Mütləq o divarlara baxırsan, o daşlara, o cansız pəncərələrə, qapılara baxırsan. Amma nə qədər olar sənin üçün canlı və doğma gəlir. Bax, budur məktəb illərinin özəlliyi. Buyurun, zəhmət olmasa, xanım, sizi də bir eşidək. Mən də öz növbəmdə bugün bütün məktəbliləri təbrik edirəm. Məzunları isə atıldıqları bu müstəqil həyat yolunda uğurlar arzulayıram. Arzu edirəm ki, heç vaxt bu həyat yolunda büdürəməsinlər. Amin. Alqışlayaq müəllimlərimizi ürəkdən. Burada əyləşən müəllimlərin simasında bütün bizə indi baxan, bizi izləyən müəllimləri, məzunları, onların üzərində böyük əziyyəti olan valideynləri ürəkdən təbrik edirik. Və Aynur, mikrofonumuz var deyəsən bir dənə də. Gətir o mikrofonu. Bizim burada balaca bir balamız var. Nərmin, buyur, yaxınlaş bura. Alqışlayaq bizim Nərmini. Bugün təkcə mən istəyirəm onu qeyd edeyim ki, 11-lərin yox, həm də birincilərin bayramıdır. Bu həmişə belə bir gözəl ənənə ilə həyata keçirilir və Nərmin bala çox şirin, çox gözəl bir baladır və bugün bizim proqramımızda hər il biz bu ənənəni həyata keçiririk. İlk zəng burada çalınır. Yəni ilk zəng deyəndə sonuncu zəng ilk olaraq bu studiyadan səslənir və bugün həmin zəngi bizim üçün Nərmin səsləndirəcək, amma irəliləyən dəqiqələrdə. Hələlik bir alqış gəlin Nərmin üçün səsləndirək. Nərmin, buyur, bir söylə bizə, necəsən? Yaxşı. Ay, sağ ol. Sən hansı məktəbdə oxuyursan? Heydər Əliyev adına liseydə. Heydər Əliyev adına liseydə. İndi sən bizə bir şeir deyə bilərsənmi? Ya 11-lərə, ya 1-lərə, fərq eləməz. Ürəyindən hansı şeir istəyirsə, keçirsə bir söylə. Hə, buyur, Ulu Öndəri bilirsən, lap yaxşı söylə. Vətənin dar günündə onun dadına çatdın. Üç rəngli bayrağımın zirvələri ucatdın. Yurdumuzu üstündən qovdun qara kölgəni. Məhv olmaqdan qorxdun, xilas etdin ölkəni. Çiçəklənən ölkəmiz gülüstan oxşayır. Özün olmasan belə əməllərin yaşayır. Ay, sağ ol. Nərmin üçün bir alqış səsləndirək. Nərmin, sən son zəngi bugün studiyada səsləndirməyə hazırsanmı? Ay, sağ ol. Birazdan sən sevindirəcəksən bizim tamaşaçılarımızı, düzdür? Həmin o son zəngi səsləndirərək. Sən böyüyəndə ümumiyyətlə hansı peşəyə yiyələnmək istəyirsən? Həkim. Həkim olmaq istəyirsən. Nə həkimi? Hələ bilmirsən. Amma həkim olacaqsan. Alqışlayırıq bizim Nərmini. Həkimini gəlin alqışlayaq. İnşallah. Nərmin, çox sağ ol, çox qəşəng görsənirsiniz. Ümumiyyətlə, bugün burada əyləşən bütün dostlar, müəllimlər, hər biri bir başqa gözəllikdəsiz, bir başqa əhval-ruhiyyədəsiz. Nərmin, buyur, əyləş. Mən səninlə tanış olmağıma çox şadam və qarşıda hələ biz digər müəllimlərimizlə, qonaqlarımızla da
mütləq həm tanış olacağıq, həm onların, yəni qonaqlarımızın çox dəyərli fikirlərini təqdim eləyəcəyik. İndi isə biz artıq təklif edirəm ki, bölümümüzü nöqtələyək. Nöqtəliyək və sözü Levent və Nərgizə ötürək Salih. Buyurun dostlarımız, söz sizdədir. Sizin də bizə təqdim eləyəcəklərinizi biz səbirsizliklə gözləyirik. Aynur ve Salih çok teşekkürler. Saatler 7.22, Türkiye'de, Azerbaycan'da 9.22 programımız yeni başladı. Ortak Coğrafyanın Avazı TRT Avaz ve İçtimai Televizyonu ortak yayınındasınız. Evet, sürprizlerle dolu çok güzel bir program sizi bekliyor olacak. Bugün Zafer Albayrak bizlerle beraber, onu hemen söyleyelim. Hemen onun da eserini dinlemeye başlayacağız birazdan ama tabii ki öncelikle Malik Paşa'ya ve selamlarımızı gönderelim. Hapşurna Enstrümental Müzik Grubu yine bugün bizlerle beraber, onların o güzel eserlerini her sabah duysak tabii ki, öyle değil mi? Tabii ki. Hiç de bundan sıkılmadan bütün bir sene boyunca dinleyebiliriz o güzel eserlerinizi. Bu alkışlar size gelsin Türkiye'den. Evet Levent, ben şunu demek istiyorum. Bu arada dostumuz Salih ve Aynur bugün çok güzel görünüyorlar. Özellikle Aynur o giydiği kıyafetiyle öğrencilik yılları hatırlatıyor. Aynur'un üzerindeki kıyafet. Çok güzel görünüyorsunuz ve biz de bir kez daha Azerbaycan'daki tüm mezun olan arkadaşlarımızı tebrik ediyoruz ve Salih'in de dediği gibi eğer ki zamanımız olacaksa bu 3 saat içerisinde anılarımızı belki anlatacağız birbirimize ve minik Nermin'i de selamlıyoruz. Çok tatlı bir Çocuğumuzu değil mi? İnanılmaz tatlı. Biz burada zaten zar zor durduk. Böyle yanaklarından cımcımlamak istedim ben burada. Çok tatlı. Evet, o Nermin'den de herhalde programımız devamında o zili duyma şansımız olacak. Ama duruşa bakar mısın? Duruşta böyle bir doktor duruşu var. Öyle değil mi? Sanki ilerleyen yıllarda doktor olacakmış havası var. Hastalar gelse de bir an önce baksam diye bekliyor ama Evet. daha çok okumak lazım. Daha çok okumak lazım Nermin. Evet, aynen öyle ve programımız esnasında Nermin'in çaldığı o zil sesini duyacağız. Ama şu anda bir sözü Yeni Gün Orkestrası ve Zafer Albayrak'a vereceğiz ve güzel bir şarkıyla programımızı devam ettireceğiz. Günaydın Yeni Gün Orkestrası ve bizim Günaydın Zafer Nergiz, Albayrak. günaydın Levent, günaydın Salih, günaydın Aynur. Tüm öğrenci arkadaşlarımı selamlıyorum, günaydın diyorum. Ve tüm mezunlara da tebrik edip hayat yolunda başarılar diliyorum. Biz güzel bir Zülfü Livaneli şarkısı seslendirmeye çalışacağız. Güneş topla benim için. O zaman güneş topla, tam güneş mevsimi de geliyor. Bunu öğrenci arkadaşlarımıza gönderelim değil mi? Çık dağlara, güneş topla benim için. Seher yeli çık dağlara, güneş topla benim için. Haber ile dört yana canım, güneş topla benim için. Haber ile dört yana canım, güneş topla benim için. Bulutların arasından, kipriklerin karasından, bulutların arasından, kipriklerin karasından, döşte bıçak yarasından canım, güneş topla benim için. Döşte bıçak yarasından
canım, güneş topla benim için. Seher el yar gözünden, havadaki kuş izinden. Seher el yar gözünden, havadaki kuş izinden. Geceleyin gökyüzünden canım, güneş topla benim için. Geceleyin gökyüzünden canım, güneş topla benim için. Güneş topla benim için, güneş topla benim için. Güneş topla benim için. Teşekkürler. Bravo! Zafer Albayrak ve Yeni Gün Orkestrası. Teşekkürlerimiz size. Evet, ağzınıza gönlünüze sağlık. İlerleyen dakikalarda tabii onların yine güzel müziklerini sizlerle buluşturmaya devam edeceğiz. Ama halihazırda artık konuklarımızı davet etme zamanı geldi. Bugün yine çok önemli konular hakkında konuşacağız ve sizi bilgilendireceğiz. Tabii program boyunca sizin de eğer sorularınız olursa telefonlarımız emrinizde. İlk konuğumuzu hemen davet edelim sevgili misafirlerimiz. İlk konuğumuz Başbakanlık Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı Başkanı Sayın Kemal Yurtnaç bizlerle birlikte. Alkışlarınızla. Merhabalar efendim, hoş geldiniz. Hoş geldiniz. Başkanım buyurun. Buyurun şöyle alalım sizi. Ve hemen bizim çok değerli konuğumuzu da ben davet etmek istiyorum ve bu sanatçı konuğumuz Kırım'dan geliyor ve şimdi kendisini davet edeceğiz. Kırım'ın en güzel hanımlarından, en güzel ses sanatçılarından biri olan Elzara Batalova geliyor. Hoş geldiniz. Hoş geldiniz. Hoş geldiniz. Size şöyle mikrofonu uzatayım. Buyurun. Teşekkür ederim. Sizin dileklerinizi alalım. Sonra sizden bir şarkı dinleyelim. Yaxşı. Buyurun. Sevgili dostlar, sabah şerifiniz hayırlı olsun. Kırım'dan size büyük selam. Siz için şimdi yırlayacağım. Teşekkür ediyoruz. Hem seviyorsun, hem Alkışlarımız seviyorsun. Elzara Batalova'ya.
Çok teşekkür ederiz. Ağzınıza sağlık. Bugün o Kırım'ın güzel ezgilerini sizden dinlemeye devam edeceğiz program boyunca. Yaxşı, sağ olunuz. Evet, Sayın Başkanım siz de hoş geldiniz programımıza. Günaydın. Evet, her sabah biz Azerbaycan'la ortak bağlantı yapan ve Türk dilli halklara, Orta Asya'ya, Türk Cumhuriyetlerine bizi anlayan ya da bizi zevk alıp da izleyen, bizim programımızda kalmak isteyenler için biz bu saatlerde bu programı yapıyoruz. Önce sizin de bizi izleyen insanlara bir mesajınızı, bir selamınızı gönderelim. Ondan sonra da sorularımıza başlayalım. Evet, ekranları başında bizleri izleyen değerli kardeşlerimize hem yurt içinden hem yurt dışından saygıyla selamlıyorum. Sağlıklı günler diliyorum. Çok teşekkür ederiz. Sağ olun, hoş geldiniz programımıza ve size ilk sorumuzu yönelterek başlayalım. Buyurunuz. Önce başkanlığın kuruluşuyla başlayalım. Başkanlıkta nedir görev tanımı ve neden başkanlık düzeyinde bir yapılanma tercih edildi? Evet. Yaklaşık bir yıl oluyor. Meclisimizden başkanlığımızın yasası geçti. Yurt dışı Türkler ve Akraba Topluluklar Başkanlığı. Bu başkanlık ne yapacak? Bugüne kadar bu görevleri kimler yapıyordu? Kısaca bunları size anlatayım. Başkanlığımızın 3 temel görevi var. Bir tanesi yurt dışında yaşayan vatandaşlarımızın sorunlarıyla ilgili çalışmalar yapmak. Sayısı 6 milyona yaklaşan bir vatandaş, gurbetçi var karşımızda. Onların hem Türkiye'de yaşadıkları sorunlar hem yurt dışındaki yaşadıkları sorunların tek merkezden yönlendirilip koordineli bir şekilde çözülmesi için böyle bir başkanlık kuruldu. Diğer bir ayak sizin şu anda hitap ettiğiniz alanla ilgili soydaş ve akraba topluluklarımız. Tarihsel süreç içerisinde beraber yaşadığımız, aynı coğrafyayı paylaştığımız, aynı kültürü, aynı dili paylaştığımız topluluklarla beraber kültürel birlikteliklerimizi artırmak, geliştirmek maksadıyla çalışmalar yapan bir birimimiz var. Siz aslında bu yaptığınız çalışmayla, bu yayınla bunun altyapısını hazırlıyorsunuz. Bir nevi biz de hizmet ediyoruz. Tabii. Belki bu hizmet bundan sonra çok daha planlı, çok daha geniş kitlelere kucaklayan bir hale gelecek. Bu maksatla da sizleri özellikle tebrik ediyorum. Bizim yapacağımız çalışmalarda bir yol izi olarak sizin programınız başlamış durumda. Ne demek efendim, değil mi? Biz yani her zaman göreve hazırız. Bizim zaten TRT Avaz ve İçtimai Televizyonu ortak yayınında en büyük amacımız zaten bu coğrafyayı, bu kültürel birlikteliği daha da kaynaştırmak. Üzerimize düşen görevi de her zaman yerine getirmeye hazırız. Evet. Peki başkanım, sizin Başbakanlığınızın Dışişleri Bakanlığı ve TİKA gibi kuruluşlarla ortak çalışmalarınız var mıdır? Bu hakta da bize bilgi Tabii verirseniz. o konuda bilgi vereyim ama stüdyoda öğrencilerimizi görüyoruz. Evet. Bu öğrencilerimiz muhtemelen üniversite öğrencileri ve yurt dışından gelen öğrenciler. Tabii. Başkanım, Gazi Üniversitesi, Ankara Üniversitesi ve Hacettepe Üniversitesi'nden öğrenci arkadaşlarımız var ki onların arasında da Kazakistan, Kırgızistan, Türkmenistan, Moğolistan'dan gelen öğrenci arkadaşlarımız var. Azerbaycan'dan gelen öğrenci arkadaşlarımız var. Hemen yanı başımızda duruyorlar. Onlar da ana vatanlarından kalktılar, bizim ülkemize geldiler. Ama hep konuşuyoruz değil mi Nergis? Evet. Kendi vatanlarında gibiler. Çünkü Kesinlikle. bizler onlara kendi öz evladımız, öz kardeşimiz gibi. Tabii ki. Özümüzde zaten olanı biz de hiçbir zaman yadırgamıyoruz. Onlar bizim misafirlerimiz. Bu arada hani kusura bakmayın lafınızı böldüm. Hani bunlar arasında ben de dahilim. Gerçekten Özbekistan benim vatanımdır ama kardeş ülkedeyim şu anda ama Levent'in de dediği gibi burada hani hiçbir yabancılık kesinlikle çekmiyoruz. Sadece özlem duygusu var. O da vatanımızı özlüyoruz. Onun haricinde burada gerçekten olmaktan büyük bir mutluluk duyuyoruz. Bizim bir diğer görev alanımız da buradaki öğrenci arkadaşlarımızın Türkiye'deki öğrenim sürelerinin başarılı bir şekilde bitirilip ülkelerine geri dönmesi, ülkelerine hizmet etmeleri için gerekli tedbirleri alması bizim öğrenciler dairemizin bir görevi. Sizin sorduğunuz sorulara gelirsek, tabii ki görev alanıyla ilgili bundan önce bu hizmetler yapılıyordu, bu görevler yapılıyordu. Fakat bu görevi kendine müstakil olarak iş edinen, bu işi gücü sadece bunun yatıp kalkıp bu işlerle planlama yapan bir birimimiz genelde yoktu. Evet. Dışişleri Bakanlığı bizim dış politikamızla alakalı. Evet. TİKA yurt dışında teknik ve kalkınma yardımı yapılıyor.
Tabii çok teknik detaya dalarak buradaki izleyicilerimizi, televizyonlar başındakileri de sıkmak istemiyorum. Ancak biz kısaca şunu söyleyebiliriz. TİKA, yurt dışı Türkler. Birisi, biz burada karar alma mekanizmasıyla alanda iş yapan, icra eden kurumları ayırmış olduk. Yani TİKA okul yapar, yol yapar, hastane yapar, altyapı yapar. Biz bunlara teknik ve kalkınma yardımı diyoruz. Evet. Bizim birimimiz de bunların bir bakıma hareket tarzını, plan, politika çerçevesinde yapılan çalışmaları baştan koordine eder, baştan planlar. Kimle planlar? Tüm bu kurumlarla beraber planlar, nihayetinde ilgili kurumlarda alanda görevlerini yaparlar. Yani kamu kaynaklarının daha tasarruflu, daha hedefli, daha planlı şekilde yönlendirilmesi amacıyla böyle bir teşkilat kuruldu. Evet başkanım, tabii sizden programımız esnasında çok değerli fikirlerinizi almaya devam edeceğiz. Ama biliyorsunuz bazen biz TRT Avaz kanalından programımızı devam ettiriyoruz. Bazen İçtimai kanalından devam ettiriyoruz. Tabii bizim değerli konuğumuz da var, Kırım'dan gelen. Programımız esnasında kendisiyle de sohbet edeceğiz. Güzel şarkılar dinleyeceğiz. Ama şu anda... Sözü Azerbaycan'a bırakacağız ama şunu da ekleyelim, öyle bırakalım. Göreviniz dolayısıyla kısa bir süre önce biz Kırım'da olduğunuzu biliyoruz. Tabii. Daha 10-15 gün önce Kırım'daydınız. Bu da güzel bir tesadüf. Kırım'daki temaslarınızdan da ilerleyen dakikalarda bahsedeceğiz. Ama dediğin gibi Nergis şimdi... Ama şimdi biz Azerbaycan'a yollanacağız ama arkadaşlar nasıl yollanıyoruz? Alkışlarımızla. Studiyamızda çox gözəl qonaqlar əyləşiblər və birazdan bizim də studiyada çox hörmətli, çox əziz qonaqlarımız olacaq. Mən ayrıca salamlayıram Kəmal bəyi. Xoş gəlib, səfa gətirmisiniz. Çox dəyərli, çox həqiqətə söykənən fikirlər təqdim elədiniz və irəliləyən dəqiqələrdə Leventlə Nərgiz söyləmişkən sizin o Kırımla bağlı fikirlərinizi maraqla eşidəcəyik. Və Elzira xanım, xoş gəldiniz ortaq yayımımıza. Bir sənətçimiz üçün alqış gəlin səsləndirək. Çünki o qədər gözəl, plastik bir rəqslə bir nömrə, bir musiqi bizə təqdim elədi ki, məmnuniyyətlə biz buradan həmin o rəqsi izlədik, eyni zamanda da o mahnını dinlədik. Biz də davam edirik, əlbəttə ki, musiqiyə ara vermədən və çox məşhur, artıq sanki məktəblərdə bir himnə çevrilmiş Məktəb illəri mahnısı var ki, bəstəsi Aygün Səmədzadəyə məxsusdur və Tələbəli illəri mahnısı var ki, bu da bizim unudulmaz Oktay Kazıminin musiqisidir. Və hər iki mahnının, əlbəttə ki, məktəb dönəmindən sonra insanın həyatında tələbəlik başlanır və hər iki, bax, bu gözəl, bu sevilən əsərləri bir arada musiqiçilərimiz indi təqdim eləyəcəklər və ona görə də biz alqışlarımızla onları dəstəkləyirik, sözü təqdim edirik Abşeron instrumental qrupuna. Buyursunlar.
Teşekkür edirik. Alqışlarımız. Mən bunu mütləq deməliyəm, deməsəm mümkün olmaz. Mənim necə xoşum gəldi bu Elizera xanımdan. Nə qədər gözəl bir əhval-ruhiyyəsi var. Nə qədər gözəl bir ruh yüksəkliyi ilə gəlib proqramımıza. Mən əminəm və inanıram ki, bugün ondan çox böyük bir enerji alacağıq. Bir daha sizə salamlarımız və ortaq yayımımız davam edir əziz tamaşaçılar. Məzun günü münasibəti ilə bir daha bu günü yaşayan, bu günü qeyd edən bütün insanları təbrik edirik. Və bugün məzun olan şagirdlər artıq onlar abituriyentlər adlanırlar. Onların hər birinə tələbə adını qazanmağı arzuluyoruz. Və əzizlərimiz, proqramımız isə qısa bir ara var. Qısa bir aradan sonra dərhal sizinləyik. Vazgeçilmezimiz sağlıklı yaşam. Hedefimiz doğru ve güvenilir yayın. Yayın hayatında 10 yılı aşan reçete, uzman konuklarıyla güncel konuları ekrana taşımaya devam ediyor. Figen Balcı yönetiminde güne merhaba diyen reçete, sizleri TRT Avaz kanalında bekliyor. Reçete, sağlığınızın vazgeçilmez adresi. Hörmətli görüşçülər, Giresun'da. Hangi deliktesiniz ula? Kulaklarınız üşüdü mü? Hasan çök! Aşağıdalar. İşte şimdi şapa oturduk. Kimseye davetiye çıkaracak halim yok. O da mı geçsin? Ya bu yeni kızların cıbatası, contası yok mu be arkadaş ya? Ne diye hemen hediye veriyor? Bakalım herkese bir kulak düşecek mi? Şimdi evde olabilirdik komutan. Biz o mavi bereyi yeşilin üzerinde güzel duruyor diye takmıyoruz. Ama yakışıyor be komutanım. Sakarya Fırat. Hurmatli tomoshabinlar, Ordu shahridamiz.
Жыйырма жыл ичинде Кыргызстанда кандай иш чаралар жүргүзүлдү? Кыргызстандын экономикасы кандай жолду тандап алды? Билим берүү тармагы кандай баскычтарды басып өттү? Təşəkkür edirik. Qonaqlarımız artıq studiyadadır və vaxtı yubatmadan onları təqdim etmək istəyirəm. Zəminə xanım Əli qızı, Bakı şəhər Baş Təhsil İdarəsinin mətbuat katibi. Bircə alqışlayırıq qonaqlarımızı. Əlbəttə. Digər qonaqlarımız Fəridə Əliyeva, Heydər Əliyev adına liseyin direktor müavini və Hafiz Cabbarov, Heydər Əliyev adına liseyin tarix müəllimi. Xoş gəlmişsiniz. Sabahınız xeyirli olsun, bayramınız mübarək olsun, təbrik edirik və sizin də salamlarınızı eşidək bütün Türk dünyasına. Zəminə xanım, başlayaq sizdən, buyurun. Əlbəttə ki, sözsüz bütün Türk dünyasında hər bir vətəndaşın, hər bir ürəyi, qəlbi, vətən eşqi ilə döyünən hər bir insanı salamlayırıq. Bu gün Azərbaycan üçün sizin də qeyd elədiyiniz kimi çox önəmli bir gündür. Əslində rəqəmlərə varsaq, Bakı üzrə bugün orta məktəb bitirənlərin sayı 23 mindir. Amma biz hər zaman bildiririk ki, təhsil sistemi ölkədə elə bir sistemdir ki, bir ailədən kənar keçməz. Yəni bu 23 min şagirdin nənəsi, babası, əmisi, dayısı, xalası, bütün qohumlarını nəzərə alsaq, demək olar ki, bugün bizim hamımızın bayramıdır. Və bizim hamımız üçün çox məsuliyyətli, çox önəmli, çox tarixi bir gündür. Yəni bugün o uşaqlar, hansılar ki 11-ci sinifi bitirirlər və biz onlarla sağollaşırıq, onlara yaxşı yol deyirik. O uşaqlar bizim hər birimizin gələcəyidirlər və biz onların hər birinə fərdi şəkildə məhz gələcək kimi yanaşırıq. Bir məsələn də deyim, bugün bizim üçün önəmli olan həm də tarixi baxımdan, o baxımdan önəmlidir ki, Bakı Şəhər Təhsil İdarəsinin fəaliyyəti boyunca bizim 5-ci məzunlarımızı yola salırıq. Yəni bu il onlar bizim üçün, idarə 5 il bundan öncə fəaliyyətə başlayıb və bu il onlar bizim 5-ci yola saldığımız məzunlardır. Və bir məsələn də deyim, israr eləməyin, bunu açmayacağım, amma qeyd edeyim ki, Bakı Şəhər Təhsil İdarəsinin məhz fəaliyyətinin 5-ci illə bağlı məhz bu il biz öz məzunlarımız üçün sürpriz bir hadisə hazırlayırıq. Bax Zəminə xanım, siz çox belə qəribə bir iş söylədiniz bizə ki, söyləməyin, deməyin ki, nədir. İndi siz sürpriz söyləyirsiniz, biz necə israr eləməyək? Yəni bu sürpriz olacaq məzunlar üçün ilk dəfə, bəlkə də müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfədir belə bir hadisə baş verəcək. Təxminən deyə bilərəm ki, bu ilin sonlarına təsadüf eləyəcək hadisədir. Amma yəni bir daha qeyd edirəm, bu gün 23 min şagirdimizə sağ ol deyirik. Bakının birinci siniflərini 29 minə yaxın şagird bitirir. Yəni onlar artıq ikinci sinifə daxil olur. Amma bir maraqlı rəqəm də var. Nəzərinə çatdırım tamaşaçıların ki, bir zamanlar biz narahat idik. Birinci sinifə gələn şagirdlərimizin sayında azalma müşahidə olunurdu. Yəni o Azərbaycanda müəyyən bir dövrə təsadüf eləyən məqam idi. Amma ilbəil son illər artım var. Yəni bu il tutaq ki, 29 minə yaxın şagird birinci sinifi bitirirsə, 2011-2012-ci tədris ili üçün, yəni sentyabrın 15-i üçün onların sayının 30 minə yaxınlaşacağını proqnozlaşdırıblar artıq. Yəni demək istəyirəm ki, Azərbaycanda ailələrdə artıq stabillik formalaşır, belə deyək, və övladların, dünyaya gələn uşaqlarımızın, onların da hesabına isə birinci sinifə gələn şagirdlərimizin sayı artım üzrə artır. Çox sağ olun Zəminə xanım, biz danışacağıq əlbəttə ki, irəliyən bölümlərdə hələ bəzi suallarımız da var ki, onlara aydınlıq gətirərsiniz. Fəridə müəllimə bir daha salamlayırıq sizi. Buyurun, necə qeyd edirsiniz bu günü? Necə əhval-ruhiyyədəsiniz ümumiyyətlə? Tədris ilinin birinci yarısı demək olar ki, sona yetir artıq. Bəli. Baxmayaraq ki, mənim məktəbi bitirməyimdən çox illər keçib, amma buna baxmayaraq hər il bugünkü gün mən də bütün məzunlar kimi çox böyük həyəcan içində oluram. Məktəb illəri elə illərdir ki, onları unutmaq qeyri-mümkündür. Ən qayğılı, ən gözəl, ən saf illərimizdir bu illər. Ona görə də elə bir ki, məzunlarımızla birlikdə mən də bir məzun oluram. Öz müəllimlərimi xatırlayıram, onlara çox minnətdaram. Və qəlbimdən həmişə bu şeir parçası keçir ki, qayıt uşaqlığım, qayıt bir daha. Mən səni bağrıma basmaq istərəm. Hər səhər əlimdə məktəb çantası, sinif otağını açmaq istərəm. Bu mənim ən böyük arzumdur. Alqışlar.
ümumiyyətlə çox qəribədir. Mən bayaq da qeyd elədim. İnsan hansı yaşda olursa olsun məktəbin istəyir. Heç olmasa deyirsən bir 10 günlük də olsa qayıdardı bu illərə. Part arxasında eləşərdim. Çox qəribə bir hisslərdir. Sizi salamlayırıq Hafiz müəllim. Buyurun. Mən də ilk öncə sizin teleyayın vasitəsilə bütün Türk dünyasını, Türkiyə Cumhuriyyətində sizin həmkarlarınızı salamlayıram. Və doğrudan da bugün Azərbaycan təhsilində əlamətlər gündür. Biz bugün deməli, uğurlarla zəngin olan bir təhsil ilini də başa vururuq və mən bu münasibətlə Azərbaycan təhsilində çalışan bütün pedaqoji heyəti, o cümlədən bu il məzun olan bütün şagirdlərimizi təbrik edir və onlara bütün arzularının həyata keçməsini diləyirəm. Və bir də onu qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də inkişaf dinamik şəkildə davam edir və bu inkişafın bir sahəsi də Türkiyə və Türk dünyası ilə Azərbaycan təhsilinin də əlaqələri və inteqrasiyasıdır. Belə ki, bizim liseyimiz də bu baxımdan önəmli rollardan birini oynayır. Belə ki, may ayında Sabancı Türkiyənin məşhur universitetlərindən biri olan Sabancı Universitetinin rəhbərliyi, o cümlədən pedaqoji heyəti bizim liseydə olmuşdur. Və Sabancı Universiteti ilə, o cümlədən Türkiyənin digər ali məktəbləri ilə bizim liseyimiz arasında məktəbli mübadiləsi, müasir elmi və texniki kommunikasiya vasitələrindən istifadə olunması sahəsində əməkdaşlıq imzalanmışdır. O cümlədən Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Doğu Akdeniz Universiteti ilə də bizim liseyimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmış və bu əlaqələr genişlənməkdə davam edir. Çox gözəl. Hər birinizə təşəkkür edirik. Bu ilkin fikirləriniz idi. Biz mütləq digər bölümlərimizdə davam eləyəcəyik. Amma bugün bayramdır. Düzdür Səminə xanım? Bu məzun günü əslində böyük bir bayramdır, böyük bir təntənədir. Və bu bayramı musiqinin müşayiəti ilə, rəqslərin müşayiəti ilə keçirmək lazımdır. Belə ki, bütün məktəblərdə də bugün bax bu əhval-ruhiyyə yaşanır və mən də burada sakit dayanmayacağam. Əminəm ki, sən də və bizim izləyən tamaşaçılarımız da gələcək qrupla birlikdə biz indi burada yaxşı-yaxşı rəqs eləyəcəyik bir gözəl əhval-ruhiyyəmiz də olacaq. Ümumiyyətlə, yollar çoxdur. Hətta məşhur bir şeir var ki, Məktəb yolları adlı şeir var ki, bəli, bağ uşaqla doludur, bu yol məktəb yoludur və bizim indi bura dəvət eləyəcəyimiz qrup qəlbimizə yol tapmağa çalışacaqlar. Çünki mahnılarının adı Qəlbimə yol adlanır. Alqışlarımızla Kristal qrupu təbrik eləyir məzunları, buyursunlar bir musiqi ilə. Gözləyirəm səhər axşam, bəlkə qəlbim
Kristal grubuna teşekkürümüz. Bu balacalar için alkışlarımız. Buyurun yerinize. Siz de əyləşin, salamlayıram mən sizi. Siz də məktəblilərdən vallahi heç nəylə seçilmirsiniz. Qara, ağ, əsasən məktəb rəngləri. Buyurun, bir sizin də təbrikiniz yəqin ki vardır, değil mi məzunlara? İlk öncə hər bir kəsi salamlayırıq, sabahınız xeyir olsun deyirik və Türk qardaşlarımızı salamlayırıq, TRT Avazı. Və əlbəttə ki, bugün çox gözəl bir gündür. Nə deyə bilərik biz də, uğurlar arzu edirik. Bütün məzunlarımızı təbrik edirik. İnşallah bütün arzuları için olsun. İnşallah. Bu gözəl arzularla biz hələ ki bu bölümümüzü bitiririk və bu gözəl də əhval-ruhiyyə ilə növbəti missiyanı həyata keçiririk. Yəni ki... Əlbəttə ki, sözü dostlarımızı ötürməyin artıq vaxtıdır. Dostlar, söz yenidən sizdədir. Salih ve Aynur, evet bu bölümle beraber bu saati bitirdik. Yeni bir saate başlıyoruz. Saatler Türkiye'de 8'i geçti, Azerbaycan'da 10'u. Yani bu yepyeni saat içerisinde yine sohbetler olacak. Ama daha çok kültürümüzden, daha çok sanatımızdan, daha çok ortaklıklarımızdan, coğrafyamızdan bahsedeceğiz. Ve bu saatin adı sizin de bildiğiniz gibi Yeni Günde Kültür Sanat. Ve sizler de eğer yeni katıldıysanız programımıza, Yeni Günde Kültür Sanat devam ediyor. Bir kez daha günaydın ve bir kez daha hepiniz hoş geldiniz. Evet sevgili izleyiciler, programımız devam ediyor. Bundan önceki bağlantımızda değerli başkanımıza sorularımız olmuştu. TİKA'nın da sözü geçti ve geçtiğimiz günlerde yapılan bir ödül töreni vardı. Bizim de bununla ilgili hazırladığımız bir bandımız var Salih. Şimdi bu ödül törenini izleyelim. Sonrasında yine sohbetimize, yine müziklere devam edelim. Ama önce töreni izleyelim. Ajans tarafından her yıl düzenlenen Anadolu Kent Ödülleri Zirvesi bu yıl Kapadokya'da gerçekleşti. Spor, sanat, iş ve medya dünyasından önemli simaların katılımıyla gerçekleşen ödül töreni İstiklal Marşı'nın okunmasıyla başladı. Pek çok dalda ödüllerin verildiği gecede TRT'de önemli ödüller almaya layık görüldü. TRT 1, yılın en iyi TV kanalı seçilirken, TRT Avaz'da yayınlanan Bir Kent Hikayesi adlı belgesel, 2010 yılının en iyi belgeseli seçildi. Bu programda emeği olan Bora kardeşim, programda aynı zamanda sunucusu, ona da ayrıca çok teşekkür ediyorum. TRT 1 Kanal Koordinatörü Bülent Ata ve tüm çalışanlar adına teşekkür ediyorum. Ayrıca TRT Avaz, yılın en iyi kültür televizyonu ve Türk dünyasının ortak sesi olarak onurlandırıldı. Çok teşekkür ediyorum Sayın Valim. Efendim biz TRT'nin son yıllarda açtığı genç kanallardan biriyiz. 21 Mart'ta 2. yılımızı tamamladık, 3. yılımıza girdik. Teşekkür ediyoruz arkadaşlarımız. Kapadokya yılın en iyileri Anadolu Kent Ödülleri'ni bize bu yıl 2. kez layık gördüler. Çok teşekkür ediyorum. Bizi izlemeye devam edin diyorum. Evet sevgili izleyiciler, TRT Avazı ve İçtimai Televizyonu ortak yayınını izlemeye devam edin. Bizim çünkü sizler için hazırladığımız çok sürprizimiz var ve çok da sürprizimiz olacak. Gerçi bu hafta artık biliyorsun Nergis, sen de son bağlantını yapıyorsun. Evet tabii. İçtimai Televizyonu çünkü bu haftadan sonra kısa bir süre ara verecek. İnşallah önümüzdeki dönemde yine devam edeceğiz ortak yayınlarımıza. Tabii bu dönemimize kısa bir ara vereceğiz ve ben bugün İçtimai kanalındaki can dostlarımla vedalaşacağım bu dönem için. Ama inşallah sonraki dönemde tekrar bu güzel ortak çalışmamız devam ettireceğiz ve o günlerde de sabahta tüm seyircilerimize güne hep beraber merhaba diyeceğiz. Değil mi Levent? Evet tabii ki diyeceğiz. Biraz önce törenimizi de izledik. Anadolu Kent Ödülleri. Hakikaten TRT Avaz da çok önemli ödüllere layık görüldü. Evet. Ve tabii ki Bir Kent Hikayesi adlı programımız TRT Avaz'da yayınlanan programda en iyi belgesel ödülü aldı.
Bizler de tabii emeği geçen bütün arkadaşlarımızı, TRT Avaz'da çalışan A'dan Z'ye gönül veren, hizmet veren herkese bir kez daha teşekkürlerimizi sunuyoruz. Ve bu yayını bizler sizlere ulaştırmaya çalışıyoruz. İçtimai Televizyonu'nda ve TRT Avaz'da çalışan bütün herkese, bütün ekip arkadaşlarıma. Bizler sadece görünen yüzleriyiz. Salih Aynur, ben ve Nergis bizler buradayız ama bu ekip için, gerçekten bu program için çalışan yüzlerce insan var. Buna emin olun ve bizler eğer bir şeyler verebiliyorsak ne mutlu bize. Evet. Bu arada Levent, tabii ki İçtimai kanalına gelen çok değerli konuklarımızı selamlamak istiyorum ve bizim güzel hanımlar Kristal grubunu selamlıyorum ve tabii onların seslendireceği güzel şarkıları biz programımız esnasında dinleyeceğiz ve oradaki onların da bizlere dilediği dileklere katılıyorum ve onların da dediği gibi tüm hayallerimiz, arzularımız gerçek olsun diyorum ve diğer konuklarımız. Ve diğer konuklarımız da Zamine Hanım, buradan selamlarımızı gönderiyoruz. Feride Hanım ve Hafiz Muallim. Diğer konuklarımız da onlar. Azerbaycan stüdyomuzda bugün ortak yayınımızda. Bizler de ilerleyen dakikalarda size sorularla yöneleceğiz. Tabii sizin de sorularınız olduğunda biz de burada konuklarımıza ileteceğiz. Sohbetimize artık kaldığımız yerden devam edelim. Evet, biz biraz önce programımızda sizin Kırım'da bulunduğunuzu biliyoruz ve şimdi Kırım'dan bizim çok güzel bir konuğumuz var. Dilerseniz Kırım'daki anılarınızı, oradaki çalışmalarınızı bize kısaca bahsederseniz sonra da sohbetimizi devam ettireceğiz. Buna başlarken ben sizi tebrik ediyorum. Bu aldığınız ödüllerden ve yaptığınız hizmetlerden dolayı. Tabii özel sektör bu işleri yaparken karlılığı öne alıyor. Siz de kültürel değerleri öne alarak bunu yapıyorsunuz. İnanın çok büyük bir yapılanmanın, çalışmanın altyapısını yapıyorsunuz. Bunlar bugün görülüyor veya görülmüyor ama takdir ediliyor. İleriki günlerde bu çok daha öne çıkacaktır ve fark edilecektir diye düşünüyorum. Sizleri de tebrik ediyorum. Sağ olun. Evet, Kırım'a 18 Mayıs'ta Kırım'daydık. Kırım Tatarlarının sürgün yıl dönümüydü. Bir anma toplantısıydı. 30.000 soydaşımız gelmiş dünyanın her yerinden, o bölgeden. Kırım'da tabii biz çocukluğumuzda okuduk. Kırım kanı alıyor, Kırım sürgünü. Evet, 1944. 44'te 67 yıl önce hala bazı şeyler canlı. Canlı da olması lazım. Niye? Bir insanlık dramı var bunun altında. Tabii 100.000'e yakın soydaşımız 100.000'e yakın. Yani 15 dakika vakit veriyorlar size. Diyorlar ki ya çocuğunuzu, ya malınızı, ya paranızı, neyinizi alıyorsanız alın ve buradan gidiyorsunuz. Evet. Yani insanlık dışı bir muamele bu. Bundan sonra hiç yaşanmasını istiyoruz. Sadece Kırım mı? Öbür tarafta Ahıskallara bakıyorsunuz. Tabii. Aynı dert Ahıskallarda. Öbür tarafta Çin'e bakıyorsunuz. Doğu Türkistan'da aynı şey. Demek ki Türk milleti tarihte böyle bir misyonu var. Bulunduğu ortamda yönetime talip, hak adalet çerçevesinde yaşamış, haksızlığın arkasında olmamış bir milletiz biz. Tabii bunun karşısında olan, milletimizi rakip gören uluslar da var. Biz hiç kimseyle bir mücadelenin içerisinde olmak istemiyoruz ve değiliz de. Ama bilim alanında, teknoloji alanında yarışacağız. Fakat insani değerler konusunda, insan hakları, demokratik kurallar konusunda biz tüm dünya uluslarına saygı duyulması gerektiğine inanıyoruz ve bütün çalışmalarımız da bunun altyapısına yönelik. Şimdi 1944'te insanların hala acısı taze. Orada o gün 30.000 kişiye hitap etme şansını tabii çok yakın bir tarihten söz ediyoruz. Tabii yani hala orada gözü yaşlı insanlar var. O günleri hatırlıyor. Bugünkü idareler de ondan ızdırap duyuyorlar. Zira Kırım'ın başbakanı, Cumhurbaşkanı'nın temsilcisi geldiler, buna katıldılar. Bizim en önemli şeyimiz şu olması lazım diye düşünüyorum. Bir, bu acıları hiçbir zaman unutmayacağız. Birbirimize bağlı kalacağız ve bugün Azerbaycanlı kardeşlerimizi, öğrencilerimizle kutluyorum. Mezuniyet günü. Evet. Düşünebiliyor musunuz? Dünyanın hangi memleketinde okul sonu, yıl sonu bir bayram gibi kutlanıyor? Demek ki Türk dünyasında eğitim bu kadar önemli. O nedenle de 1992'den bu yana
Türkiye Cumhuriyeti Devleti Büyük Öğrenci Projesi diye bir proje başlatmış. Bu kardeş topluluklardaki, soydaş akraba topluluklardaki öğrencilerle bilgi, tecrübe paylaşım açısından buraya öğrenci olarak, misafir öğrenci olarak davet etmişiz ve ülkelerindeki ihtiyaç duyulan alanlarda orada kendi insanlarına hizmet etmeleri için destek vermeye çalışmışız. Tabii öyle hal gelmiş ki artık 1991'den sonra 20. yılında özgürleşmelerinin bizden de onlara öğrenciler gitmeye başlamış. İşte televizyon yayınları, radyo yayınları derken bu birlik deliği, bu ortak kültürü canlandırmaya çalışıyoruz. Tabii, an be an yükseliyor ve yükseltmeye de devam edeceğiz zaten. Tabii bu Kırım Tatarlarına da yine dönersek onların böyle birlikte hareket etmeleri, kendi acılarını yaşamaları ve bizim de onların acılara, üzüntüleriyle üzülmemiz, sevinçleriyle sevinmemiz bir ortak ideali, ortak amacı da beraberinde getiriyor. Tabii bu arada değerli konuğumuzdan da fikirlerini alsak bu programla ilgili, sizin projelerle ilgili. Ezara tekrar hoş geldin ve Türkiye'de ilk defa mısın? Daha önce geldin mi Türkiye'ye? Nasıl buldun burayı? Biraz seninle de sohbet etsek. Buyur. Birinciden sizge çok sağ olunuz çünkü siz Kırım'a geldiniz, yardım ettiniz. Kırım için çok güzel sözler ettiniz, sağ olunuz. Biz Kırım'da varmız, biz çokmuz, biz birlikmiz, biz Müslümanız. Onun için çok yırlayımız, çalışamız, yanı projeler yapamız. İstanbul'da geldim, çok kere, anda bir büyük Kırım Tatar dernek var. Ya Polat'ta, şimdi geldim Polatlı'da da büyük bir konser idi. Çok Kırım Tatarlar toplaştı, bir kalabalık idi. Ama pek güzel, pek beğendim. Teşekkür edeyim bütün Kırım Tatarlarga, Türkiye'de yaşayan bütün Müslümanlarga, bütün teleseyirciler, TRT Avaz kanalını beni davet ettiğin için çok sağ olunuz. Biz teşekkür ediyoruz. Bugün geldin, bizim konuğumuz oldun, bize renk kattın. Tabii bu arada anlaşıyoruz. Ne kadar güzel bir şey değil mi? Biz kendi dilimizde, konuğumuz kendi dilinde ne güzel bir şey ki anlaşıyoruz. Ama gene ben Türkçesine aktarayım bizim değerli konuğumuzun konuştuklarını. İlk önce size çok teşekkürlerini bildirdi. Kırım'da bulundunuz ve orada katkıda bulundunuz. Bize destek oldunuz. Kırım'da tabii biz çoğuz. Beraberlik içerisinde yaşıyoruz ve yaşamaya devam edeceğiz ve buradaki Ankara'daki tüm Tatar, Kırımlı tüm arkadaşlarımıza, kardeşlerimize selamlarımı gönderiyorum. Polatlı'da bir konser düzenlemiş. Oradaki tüm seyircilere de selamını gönderdi. Tabii bu arada ben de Kırım'da bulunmuştum ve hayretler içerisinde kalmıştım ki oradaki kardeşlerimiz kendini o kadar güzel bir şekilde koruyabilmişler ki takdir ettim gerçekten. Ve zaten şu anda görüyoruz dillerini koruyabilmişler, örf adetlerini koruyabilmişler. Onu ben de bizzat görme fırsatım olmuştu. Şimdi Ezara senden güzel bir şarkı dinlesek. Nasıl bir şarkı dinleyeceğiz? Bu sana prezent menden. Kırım Tatarlar çok Özbekistan'da yaşaydılar. Seçtiniz onun için Özbekçe kelinçak yerler. Ne güzel. Kırım'da Özbekler çok yaşıyor ve bunu bana hediye ediyor. Özbek bir şarkısı seslendirecek. Çok teşekkür ediyorum. Alkışlarımızla Ezara Bakalova. Sağ olun.
sevgisi bor kelinchak. Agar sevib gapirsangiz urmoti bor kelinchak. Nasıl Türkler oynarlar? Hoşlarımdan tersam dedim gelecek. Mehirlerim bir sam dedim gelecek. Hizmetingiz kılsam dedim gelecek. Niçin siz oturdunuz? Gelinçak. Vay hizmetingiz kılsan dedim gelecek. Kul bulmasam dedim gelinçak. Aydın aydın kırsam dedi gelinçak. Yörük günde kirsam dedi gelinçak. Aydın aydın kırsam dedi gelinçak. Yörük günde kirsam dedi gelinçak. Bakta kuştan yırsam dedi gelinçak. Altın beşik uçay dedi gelinçak. Bakta kuştan yırsam dedi gelinçak. Altın beşik uçay dedi gelinçak. Orzusu bor gelinçak. Sevgisi bor gelinçak. Agar sevib gapirsangiz urmoti bor gelinçak. Orzusu bor gelinçak. Sevgisi bor gelinçak. Agar sevib gapirsangiz urmoti bor gelinçak. Allah sizga sog'lik bersin qizlar. Orzusu bor gelinçak. Agar sevib gapirsangiz urmoti bor gelinçak. Teşekkür, sağ olun. Merhaba Talaba. Teşekkür. Teşekkür Azerbaycan. Azerbaycan'a da oradaki arkadaşlarımız sonsuz teşekkürlerimiz. Bu arada Levent, Ezara Hanım'a gerçekten çok teşekkür ediyorum. Yani bu sabahın bu saatlerde inanılmaz bir enerji bize verdi. Ve Özbekçe şarkısından dolayı da çok teşekkürlerimi bildiriyorum ki bana ayrı bir mutluluk yaşattı, öyle diyeyim. Evet zaten Nergis Özbekistan'la ilgili bir şey çıktığı zaman Salih de çok iyi biliyor, Aynur da çok iyi biliyor. Hemen Nergis bambaşka bir ruh haline geçiyor. O gözünden yaşlar süzülmeye başlıyor, enerjisi artıyor. Öyle değil mi? Öyle. Peki tamam, hadi bakalım. Sözü Azerbaycan'a bırakacağız. Bazı konuklarımız ayrılmak durumunda yoğun programlarından dolayı. Ama onlar ayrılmadan önce değerli konuklarımıza biz bir soruyla yönelelim. Tabii biraz önce Hafız Muallim ikili temaslardan bahsetti. Emektaşlıklardan bahsetti. Doğu Akdeniz Üniversitesi ve Sabancı Üniversitesi ile olan temaslardan bahsetti. Peki daha çok hangi bölümler ve hangi konular üzerinde yoğunlaşıyor? Ne gibi konularda konuşuluyor? Bunun yanıtını alalım ve bundan sonra acaba ilerleyen zamanlarda ne hedefliyorsunuz? Yani varmak istediğiniz hedef bundan 10 sene sonra acaba ne gibi gelişmeler olacak? Senin sorun var mı? Ve biz senin soruna ben de katılıyorum ve birazdan cevabı alacağız ama alkışlarla biz yollanacağız İçtimai kanalına. Hafiz müəllim, buyurun. Hafiz müəllim, buyurun. Teşekkür ederim sualınıza göre. Deməli, Türk dünyası ilə əlaqələr bütün sahələrdə olduğu kimi qeyd etdiyim kimi təhsil sahəsində də aparılır və bu əlaqələr əsasən hansı yönümlüdür? Bayaq ifadə etdiyim kimi, əsasən məktəbli tələbə mübadiləsi, o cümlədən elmi pedaqoji heyətin mübadiləsi və bunlar nəticəsində Azərbaycan təhsili ilə Türkiyə təhsili, o cümlədən Kıbrıs təhsilində əlaqələrin genişləndirilməsi və qabaqcıl təcrübələrdən istifadə edilməsidir. Və bir də sizin qonaqlarınızdan biri də səhv eləmirəmsə TİKA-nın əməkdaşlarıdır. Qeyd edim ki, 2007-ci ildə Azərbaycan Təhsil Nazirliyi ilə TİKA
və Türkiyə Təhsil Nazirliyinin birgə təşkil etdikləri Türkiyə təhsil sistemini öyrənmək və tanıtma seminarında da mən iştirakçı olmuşam. Türkiyənin İstanbul şəhərində keçirilmişdi. Və bizim hədəfimiz nədir? Bizim hədəfimiz əsas istiqamətdə bununla bağlıdır ki, bugün aparıcı ön xəttə çıxmaq üçün başlıca təhsildə inkişafdır və bu inkişafı əgər biz birgə götürə bilsək Türk dünyası ilə həm Türkiyənin, həm də Azərbaycanın əsas hədəflərinə birgə çatmaq, birgə nail olmağı biz öz qarşımıza məqsəd kimi qoymuşuq. Çox sağ olun Hafiz müəllim. Ləbəntin sualına gözəl bir cavab gəldi. Fəridə xanım, biz artıq biraz əvvəl qeyd elədik ki, birinci yarısı tədris ilinin bitir və necə yadda qaldı? Hansı uğurlarla, hansı müvəffəqiyyətlərlə yola salırsınız bu tədris ilini və ümumiyyətlə lisey üçün daha çox nə ilə yadda qaldı bu il? Bizim liseyimiz Ulu Öndərimizin adını daşıyır, Heydər Əliyevin və biz hər zaman öz işimizdə onun adına layiq olmağa çalışırıq və doğrudan da bizim liseyimiz yaranan gündən bəri başda məktəbimizin rəhbərliyi Fikrət Xəllilov olmaqla uğurlarımız çoxdur. Uğurlarımız çoxdur. Elə mən təkcə ötən ili deyim, ötən il bizim məktəbimizi 130 məzun bitirmişdi ki, bunların da 101 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Gözəl bir göstəricidir. Onlardan 20 nəfəri 600-dən yuxarı bal toplamışdılar. Maşallah. 51 nəfəri isə 500-dən yuxarı bal toplamışdı. Və biz bu məzunlarımızın uğurlarıyla həmişə fəxr edirik. Və bu il bitirəcək məzunlarımız arasında da ümid verən uşaqlarımız çoxdur. Belə ki, bu tədris ilində bizim 4 nəfər məzunumuz, daha doğrusu şagirdimiz, Respublika Olimpiyadasında yüksək nəticələrə nail olublar. Müxtəlif fənlərdən, kimya fənnindən, riyaziyyat fənnindən, Azərbaycan dili ədəbiyyat fənnindən. Biz təkcə məzunlarımızın, yəni şagirdlərimizin uğurları ilə deyil, həm də müəllimlərimizin uğurları ilə sevinirik. Liseyimizdə artıq bir ənənədir ki, ilin ən yaxşı müəllimi müsabiqəsində müəllimlərimiz iştirak edirlər. Elə keçən tədris ilində gördüyünüz Hafız müəllim qalib olub. Bir də Qabil Səmədov müəllimimizlərdən qalib olublar. İlin ən yaxşı müəllimə adına layiq görüblər. Bu ildə iştirak edib müəllimlərimiz 3 nəfər iştirak edib və Allah qoysa biz inanırıq ki, onların da nəticələri yüksəkdir və inanırıq ki, 100 nəfər ən yaxşı müəllim siyahısında onların da adı olacaq. Çox sağ olun Fəridə xanım bu məlumata görə və məktəbinizin məzunlarından, üzr istəyirəm, liseyin məzunlarından söz düşmüşkən, düzdür, indi məzun deyirlər, amma üzümüzə gələn il onlar da məzun olacaqlar. Burada iki sizin fərqlənən öndə olan şagirdləriniz əyləşib. Orxanla Nazlı. Gəlin bir alqışlayaq onları. Mən mütləq bu uşaqlara yaxınlaşmalıyam. Bir icazənizlə əlbəttə ki, əziz müəllimlər, bir onların da fikirlərini eşidək. Mən nəyə görə məhz bu uşaqlarla istəyirəm bir qədər həm söhbət olum. Əslində bizim tamaşaçılarımız İctimai televiziyanı izləyənlər Orxanı çox gözəl tanıyırlar. Belə ki, bizim televiziyanın Təhsil Nazirliyi ilə bir layihəsi var idi, imtahan verilişi. Hə, Orxan, buyur mikrofonu. Həmin o imtahan verilişini Orxan kiçik yaşlarında aparırdı, bir neçə il bundan əvvəl. Amma o yaşlarında o qədər peşəkarlıqla, o qədər gözəl bir tərzdə aparırdı ki, verilişi hamı tərəfindən bəyənilmişdi. Və dövlət rəsmilərimizlə, çox hörmətli nazirlərimizlə, yəni məmurlarımızla həm söhbət olurdu, onlara sual verirdi və onların qarşısında özünü çox sərbəst, çox yaxşı hiss edirdi. Buna görə Orxana gəlin bir alqış səsləndirək. Orxan, necəsən? Sağ ol, çox sağ ol. Salamlayıram səni. Bir təbrikim varsa məzunlara. Ümumiyyətlə, bugünkü gün sən İnşallah gələn ilin məzunusan və necə, aparıcı olmaq, gələcəkdə televiziya ilə həyatımı bağlamaq fikrin var, yoxsa yox? Niyə də yox? Niyə də yox? Gözəl bir cavab. Buyur, bax, bir ürəyindən keçənlərlə bölüş bizlə. Mən də bizim, ümumiyyətlə, bütün Azərbaycan məzunlarını təbrik edirəm. Onlara gələcək həyatlarında uğurlar arzulayıram. Belə ki, bu son zəngdən sonra onlarda artıq yeni bir həyat başlayır, belə deyək. Bu yeni həyat münasibəti ilə onları təbrik edirəm. İnşallah bu qalibiyyətlərlə, mübarizələrlə dolu həyatda inşallah həmişə uğurlar olsun, heç vaxt ayaqları büdürəməsin. Daim alnı açıq uzaq olsunlar. Bizim vətənimizin, liseyimizin adını daim uca tutsunlar və həmişə bu ada layiq olsunlar. İnşallah. Alqışlayaq Orxanı, gəlin uşaqlar.
Orxan, sən niyə də yox deməməlisən bundan sonra, sən aparıcı olmalısan. Buyur Nazlı, götür mikrofonu, səni də bir eşidək. Çox sağ olun. Mən də bütün məzunlarımızı təbrik edirəm. Onlara həyatda uğurlar arzulayıram. Onlar çalışmalılar ki, daha da necə deyim, irəliləsinlər, nailiyyətləri artırsınlar. Hətta xarici ölkələrə mənə elə gəlir ki, təhsilə getməyə də daha da üstünlük də verilsin. Düz Azərbaycanda təhsil yaxşıdır, amma xaricdə oxumaq ondan da yaxşıdır. Və unutmasınlar ki, mənim özüm də yəni gələn il son zəng olacaq mənim həyatımda da, amma biz unutmayaq ki, biz millətimizin gələcəyik. Onlar da unutmasınlar ki, dövlətimiz də bizə göstərdiyi qayğıya görə onlara da təşəkkürümüzü bildiririk və mən demək istəyirəm ki, mən bu il Azərbaycan tarix fənnindən Respublika çempionu olmuşam və ona görə də dövlətimizin mənə və başqa olimpiya çempionlarına göstərdiyi qayğıya görə təbrik edirəm. Bravo, bravo. Qoy belə çempionlarımızın sayı çox olsun. Nazlı, sən necə sənət seçimində müəyyənləşmirsən, yoxsa hələ də? Mən 6-cı sinifdən bu qərarlıydım ki, mən sənət seçimini artıq seçmişəm, mən hüquq istəyirəm. Aha, hüquqşünas. Bəli, hüquq istəyirəm. Olsa beynəlxalq hüquq istəyirəm. İnşallah, inşallah. Mən görürüm sən yaman beynəlxalq yönümlü bir insansan. Xaricdə təhsil, beynəlxalq hüquq. Sən üzü o tərəfə, hə? Xaricə tərəf. Amma harada oluruqsa olaq, hansı ölkədə oluruqsa olaq. Yenə də öz dövlətimiz üçün çalışmalıyıq. Həm də yaddan çıxartmayaq ki, Azərbaycanlıyıq, Türk dünyasının bir parçasıyıq. Bax, bunu gözəl vurğuladın. Harada olsaq da öz vətənimizi orada göstərməliyik. O vətənin biz nümayəndəsiyik. Onu biz göstərməliyik ki, biz Azəri balasıyıq. Doğrudur. Orxan, sən necə? Azərbaycanda qalıb yaşayıb yaratmaq istəyirsən, yoxsa sən də Nazlı kimi beynəlxalq arenaya daha çox çıxış yolları axtarırsan? Mikrofonu bir Orxana verək. Yox, xaricdə təhsil almaq yaxşıdır, amma xaricdə təhsil olandan sonra bir kadr kimi yetişib gəlib Azərbaycanda işləmək ondan da yaxşıdır. Tam doğrudur. Bravo. Alqışlamağa dəyər. Çox sağ olun uşaqlar. Biz sizə müvəffəqiyyətlər arzu edirik. Nə yaxşı ki, bu cür gəncliyimiz var. Nə yaxşı ki, bu cür sabahımız var. Zəminə xanım, görürəm yaxşı əhval-ruhiyyədəsiniz bu uşaqlarla ünsiyyətdən sonra, hə? Bəli, tamamilə doğrudur. Bilirsiniz, Azərbaycanda bəyək Türkiyədə əyləşən həmkarlarınız da bildirdilər ki, təhsil çox önəmli bir sahədir. Ümumiyyətlə, bəlkə də dünyada başqa xalq, başqa millət yoxdur ki, bizim kimi təhsilə çox önəm versin. Azərbaycanda uşaq, övlad dünyaya doğulan kimi artıq onun valideynləri onun gələcək təhsilini düşünürlər. Mən yəni bir qədər bayram əhval-ruhiyyəsi olsun deyə, təxminən biraz öncədən bir sözümə qüvvət deyirəm. Bir yaxın rəfiqəm var, onun övladının cəmi 2 yaşı var. Çox böyük həyəcanla mənə zəng vurub ki, bəs Bakıda İngilis təmayüllü məktəb varmı? Mən dedim, əlbəttə var, yetərli qədər var. Nə edirsən axı? Deyir ki, bəs mən uşağımı istəyirəm orada oxusun. Deyirəm, axı sənin oğlunun 2 yaşı var. Deyir, nə olsun, 4 ildən sonra oxuyacaq orada. Yəni biz doğulandan, övladlarımız dünyaya gələndən onu düşünürük və bilirik ki, hər bir millətin sabahı, gələcəyi, hər nurlu sabahları təhsildən keçir. Və bu dəstək bizim dövlətimiz tərəfindəndir, bizim dövlət başçımız tərəfindəndir. Hörmətli prezidentimiz İlham Əliyev bütün çıxışlarında təhsil sisteminə nə qədər önəm verdiyini vurğulayır. Və hara gedirsə, harada olursa, Azərbaycandamı, Azərbaycandan xaricdəmi, bizim təhsilimizin inkişafı naminə bütün addımlar atır. Əlbəttə ki, bizim gələcəyimiz bugünkü şagirdlərimizin də dediyi kimi dövlətin bizə göstərdiyi bu qayğının, bu diqqətin nümayişində biz də Azərbaycana olan sevgimizdən irəli gələrək bunu qaytarmalıyıq millətimizə. Yəni bugün hər bir fərd, hər bir Azərbaycan övladı təhsil alaraq, yüksək təhsil alaraq, onlar üçün yaradılan bütün şəraitdən səmrəli istifadə edərək Azərbaycanın gələcəyi naminə çalışır və bizim hər birimizin sonunda hər birimizin diqqətində odur ki, Türk dünyası nahaq yerə 21-ci əsri Türk əsri adlandırmayıblar və biz elə 21-ci əsrin girəcəyindən bunu sübut edirik dünyanın bütün insanlarına və hələ də bizim, yəni baxmayaraq az öncə bundan əvvəl Avrovision'da qazandığımız qələbənin hələ də həyəcanını yaşayırıq. Yəni Türk dünyası da bizlə bahəm yaşadı. Orada da qələbə qazanan və Azərbaycana uğur gətirən uşaqlar Azərbaycan təhsilinin yetirmələridirlər. Yəni burada yetişmiş, burada böyümüş uşaqlardılar. Azərbaycana hələ bu cür istedadlı uşaqlarımız çox qələbələr gətirəcəklər və biz Türk olaraq bütün dünyaya necə güclü bir millət olduğumuzu sübut edəcəyik.
Həqiqətən də çox gözəl bir fikirlər idi. Və mən məqamı söyleyeyim ki, saat 10-dan etibarən bütün məktəblərdə artıq son zənglə bağlı tədbirlər başlanılıb. Bu dəqiqə, bax biz indi canlı yayımdayıq. Yəni Bakı vaxtı ilə saat 11-in yarısından bir qədər keçib. Türkiyə zamanı ilə yəqin ki, saat 9-un yarısından bir qədər keçib. Və baxın, bütün məktəblərdə artıq o coşqu yaşanır və bizim hörmətli Fəridə müəllimə və Hafiz müəllim də proqramı məcburdular birazdan tərk eləsinlər. Levent, sən özün də əvvəlcə söylədin ki, yoğundur bugün müəllimlərin işi, məzunların işi. O baxımdan biz ola bilər ki, birazdan onları artıq görməyək studiyamızda. Amma söyləmək istədiklərin varsa sənin, Nərgizin, buyurun, onlar sizi eşidirlər. Biz sözü təqdim eləyək sizə. Saadetciğim çok teşekkürler. Tabii biz söylemek istediklerimizi söylemeye devam edeceğiz program esnasında ama Kemal Bey'in bir sorusu olacak. O soruyla biz sözü tekrar size bırakalım. Bu sorunun yanıtından sonra değerli öğretmenlerimizi, değerli muallimlerimizi özgürce bırakabiliriz artık. Buyurun. Sorudan ziyade bir katkı olarak ben bir şeyler ifade etmek istiyorum. Öncelikle orada bir kızımız güzel bir şey söyledi. Ben devletimin geleceğiyim dedi. Bu çok milletimin geleceğiyim dedi. Bu çok önemli bir şey ve bu geleceği eğitimde aramak çok önemli bir şey. Biz Azerbaycan'la Türkiye arasında bir kardeş halk olarak görüyoruz. Dolayısıyla gerek TİKA olsun, diğer kurumlarımız olsun, özellikle eğitim konusunda ortak çalışmalar yapıyoruz. Mesela 1992'den bugüne dek devam eden ve bu sene de sınavını yaptığımız, başarıyı esas alarak sınavını yaptığımız yüksek öğrenime Türkiye'de devam edecek burslu öğrencilerle ilgili çalışmaları yapıyoruz. Azerbaycan tarafıyla ortaklar. Bu sene hem lisansa, hem yüksek lisansa, hem doktora eğitimi için Türkiye'ye gelecek öğrencilerimiz var. Biz bunları Azerbaycan tarafıyla beraberce organize ediyoruz ve çok olumlu, çok güzel çalışmalar yapılıyor. Yani kendi evlerinde gibi hissedecekler, hissetmeye devam edecekler. Biz onları zaten hani vatandaşlık babından başka bir ülkenin vatandaşı olursa biz kardeş olarak ve misafir olarak görüyoruz onları. Biz bütün bunları zaten söz sırası tekrar bize geldiğinde konuşmaya devam edeceğiz. Bizim değerli muallimlerimize, değerli hocalarımıza buradan söyleyeceklerimiz: emeklerinize sağlık. Siz olmasanız bizler olmazdık. Siz olmasanız burada oturan bu öğrenci arkadaşlarımız olmazdı. İşte biraz önce orada çok değerli öğrenci arkadaşlarımız ne kadar güzel fikirlerini beyan ettiler. Uluslararası alanda hukuk okumak istediğini söyledi. Eğer bugün bu programda bunları açık açık ve çok net bir şekilde gururla, özgüvenle söyleyebiliyorsa bunu tabii ki sizler başardınız. Bu alkışlar Türkiye'den sadece sizler için. Və bir halda ki, biz bu qədər böyük bir sevinclə bugünkü günü yaşayırıq. Kemal bəyin oradan səsləndirdiyi o çox dəyərli fikirləri, biraz əvvəl Elzira xanımın o gözəl siması ilə, özəl səsi ilə təqdim etdiyi musiqiləri eşitdik. Kristal qrupunun da repertuarında Levent Nərgiz bir mahnı var. Bugünkü günün tam olaraq adı ilə səsləşən bir mahnıdır. Son zəng adlanır. Mənə elə gəlir ki, o son zəngi indi Kristalın ifasında səsləndirməyin əsl zamanıdır. Alqışlarımızla. Əlbəttə ki, Salih, biz onu qeyd eləmək istəyirik ki, bu mahnının musiqisi Nərmin Məmmədova, sözləri Mədinə xanıma. Çox gözəl də bir mahnıdır. Buyurun. Sağ olun.
Məktəb illəri həyat qəribədir, oyatdı bizi. Artıq böyüsək də arzular sönməz. Məktəb illərini qaytarmaq olmaz. Yarında gizli məktublar, ilk məhəbbət, ilk baxışlar, bərabər getdiyim yollar bizə ağlar. Dünyanı boş biz sanırdıq, bilməzdik nədir ayrılıq, hüquq qədrini bilmədik, nə itirdik. Yadımda gizli məktublar, ilk məhəbbət, ilk baxışlar, bərabər getdiyim yollar bizə ağlar. Dünyanı boş biz sanırdıq, bilməzdik nədir ayrılıq, hüquq qədrini bilmədik, nə itirdik. Yarımda gizli məktublar, ilk məhəbbət, ilk baxışlar, bərabər getdiyim yollar bizə ağlar. Dünyanı boş biz sanırdıq, bilməzdik nədir ayrılıq, hüquq qədrini bilmədik, nə itirdik. Ba-ba-bip-bip-baram, ba-ba-bip-bip-baram, ba-ba-bip, ba-ba-ba-ba-bam. Ba-ba-bip-bip-baram, ba-ba-ba-ba-baram, ba-ba-bip, ba-ba-ba-ba-bam. Teşekkürler Kristal. Alqışlarımız çok sağ olun. Bakın bu mahnının sözlərində deyildiyi kimi Zəminə xanım kimin yadından çıxa bilər o gizli məktublar, hə? Məktəb illərində hamının həyatında yaşanıb, müəllimlərin danlaqları, bəzən valideynlərin məktəbə çağırılması və sair və ilaxır. O qədər belə bir şeyləri saymaq olar ki. Həqiqətən də Salih, nə qədər uzun illər keçsə də məktəb illəri sanki dünən yaşanmış kimi xatirələrimizdə qalır. Və çox da qəribədir ki, bir çox insanlar, yəni insanların hardasa 99% bəlkə də ilk məhəbbətini məktəbdə yaşayır. Bu da gözəl bir göstəricidir. Bəs biz öyrənək görək Nərgizlə Levəntin ilk məhəbbəti necə? O da məktəbdə mi olub, yoxsa yox? Bax, bu sualla gəlirik sizə. Buyurun. Öyle bir soru sordun ki Salih, gerçekten kaldık böyle Levent ikimiz. Tabii ki ilk aşk, ilk sevgi diyelim. O yani okul anlarında oluyor. Bu aşka yeni yelken açıyorsun. Nergis şimdi toparlamaya çalışıyor tabii. Tabii o dönemdeki aşklardan bahseder ki herkesin bir platonik aşkı vardır. Çünkü evet, kesinlikle. Okul sıralarında hepimiz derslerimize aşıktık. Mesela ben tarih ve matematik ve Türkçe dersini çok severdim. Onun dışında hani... O da toparlamaya çalışıyor şu anda. Biz en iyisi toparlamaya çalışırken bir güzel şarkı mı dinlesek, ne yapsak? Ve bir sözü Ezara Batalova'ya vereceğiz ve Ezara Batalova bize hangi şarkıyı söyleyecek? Şimdi işitirsiniz. Azerbaycan, bayram hayırlı olsun. Kelgeniniz parlak ve kuvvançlı olsun. Eurovision birinci alğanını sizin pek başarılar. Sizin için benim yer. Ve Ezara Batalova alkışlarınızla.
senin. Ey oğlan seni sevim, seni sevim. Ey oğlan bir kaçmasın sen benden. Ey oğlan, baklı olunuz kızlar, oğlanlar, bayram hayırlı olsun. Ey oğlan. Teşekkür ederim. Sağ olun. Sağ olun. Teşekkür. Sağ olun. Ezara muhteşemsin. Çok teşekkür ediyoruz. Böyle coşkulu şarkıları bizlere bugün hediye ettiğin için diyelim. Sağ Bu olun. şarkını biz Sağ olun. Azerbaycan'daki mezun olan genç kız ve erkek öğrenci arkadaşlarımıza yollamış olalım değil mi Levent? Evet, zaten hemen gördüğünüz gibi Yeni Gün Halk Oyunları ekibi de hazırdı. Bizim arkadaşlarımız kapı gıcırdısına bile oynayabilirler. Onların öyle bir yeteneği var. Neyse, kısa bir aradan sonra tekrar birlikte olacağız. Hiçbir yere ayrılmayın. Жыйырма жыл ичинде Кыргызстанда кандай иш-чаралар жүргүзүлдү? Кыргызстандын экономикасы кандай жолду тандап алды? Билим берүү тармагы кандай баскычтарды басып өттү? Улуттук валютанын киргизилиши кандай жыйынтыктарды берди? Кыргызстандагы жашаган улуттардын улуттары, кыргыздардын маданияты, белгиленүүчү майрамдары кандай башталды? Мунун баарын сиздер кыргызстандыктар циклынан көрүп аласыздар. Türk coğrafyasının sevilen sanatçıları burada buluşuyor. Avazdan Esintiler bu haftada dop dolu içeriğiyle ekranlarınızda. Azeri'nin bu haftaki konukları Kırım sanatçılarından Ezara Batalova ve Server Abkerimov. Muhteşem bir müzik ziyafeti için ekran başında. Avazdan Esintiler yarın TRT Avaz'da. Yaşamak için sebepler vardır kimisi için. Kimisi içinse uğruna yaşamdan geçilecek. Koşullar ne olursa olsun kimisine sadece yaşamak yeter. Kimileri ise koşulsuz yaşar. İnadına özgürlük der. Ve yücelir atlar bir bayrak, bir ant, kutlu bir amaç misali. Mustafa Çokay misali. Mustafa Çokay, Türk dünyasından izlerdi. Türk dünyasından izler TRT Avaz'da.
Təşəkkürümüz musiqiçilərimizə. İkili pəncərədə biz dostları görəcəyik birazdan və biz sizin studiyaya, yəni TRT Avaza Zəminə xanımın bir sualı ilə gəlirik. Zəminə xanım, buyurun. Söz sizdədir hal-hazırda. Bilirsiniz, bugün həm də Türkiyənin təhsil sistemindən Azərbaycanın təhsil sisteminin bir bağlılığını Kamal bəyin timsalında qonşu studiyada var. Mən bir sual vermək istirdim Kamal bəyə. Əvvəlcə məlumat verim ki, Azərbaycanda orta məktəblər, müəyyən qrup orta məktəblər var ki, Türkiyədəki məktəblərimizdən, okullardan qardaşlıq əlaqələrimiz var, münasibətlərimiz var. Bizim şagirdlər Türkiyədə qonaq olurlar, Türkiyədən qonaqlarımız gəlir Azərbaycanın məktəblərinə və bu şəkildə biz bir-birimizlə münasibətlər qura bilmişik. Amma əlbəttə ki, biz bundan yetərlənmirik. Kamal bəydən sadəcə sormaq istərdim ki, bunun geniş formasını nə cür görür? Yəni, nədən istifadə edərək Azərbaycanın məktəblərindən Türkiyənin okulları arasında daha sıx əlaqələr qurmaq mümkündür? Buyurun Kemal Bey. Evet, şimdi bu sene, geçen seneyle birlikte Türkiye'de yüksek öğrenimde sistem biraz değişti. Şöyle ki, yabancı öğrenci sınavı dediğimiz bir sınav vardı. Yani Türkiye'de eğitim görmek isteyen, eğitim almak isteyen öğrenciler bir sınava tabi tutuluyordu. O sınava göre Türkiye'de okuyabiliyorlardı veya okuyamıyorlardı. Bunun iki yolu var. Bir tanesi burslu olarak, devlet bursu olarak okumak. Onunla biz ilgileniyoruz. Diğeri de YÖS'le okumaktı. Yani bir sınava girerek okumaktı. Şimdi Türkiye Cumhuriyeti bunun önünü açtı. Yani YÖS sınavını kaldırdı. Türkiye'de 155 tane üniversite var. Devlet üniversitesi veya vakıf üniversiteleri bunlar. İsteyen öğrenciler üniversitelerin belirlediği şartlara göre kendi nam ve hesabına üniversitelerimize müracaat edebilirler. Orada yüksek öğrenimlerine devam ettirebilirler. Bu alanda daha fazla öğrenci Türkiye'ye gelmesi için, Türkiye'deki 155 tane üniversitenin Türk dünyasına daha fazla hizmet sunabilmesi için YÖK tarafından yapılmış bir düzenlemedir. İnanıyorum ki bundan sonra hem burslu hem kendi parasıyla, maddi gücüyle okumak isteyenlere büyük bir kapı açıldı Türkiye'de. Bu öğrencilerimize sizlerin kanalıyla duyuruyoruz. Bunlar Türkiye'de gelebilirler. Üniversitelerin belirlediği şartlar çerçevesinde burada eğitimlerini alabilirler. Tabii Türkiye yurt dışından gelen öğrencilere birçok imkanlar sunuyor. Bunu biz hatta seyircilerimiz arasında da görebiliyoruz ki birçok yabancı yurt dışından gelen arkadaşlarımız var ve Türkiye buna güzel bir şekilde imkan sunuyor. Kemal Bey, biliyorsunuz sizin bu başbakanlığınızın birçok çalışmaları var. Bu Türk Cumhuriyetlerinde olsun. Biliyorsunuz ki Türk Cumhuriyetleri bu sene kendi bağımsızlığının 20 senesini kutlayacak ve bunun arasında Özbekistan da var. Ve Özbekistan'la ilgili bu bağımsızlığının 20 senesi içerisinde pek çok başarılar elde etti ve geçen hafta Türkiye Yazarlar Birliği'nde bizim elçimizin bulunduğu ve bir konferans düzenledi ve bununla ilgili biz VTR hazırladık. Şimdi bu dilerseniz VTR'mizi izleyelim. Sonra da Özbekistan'la ilgili oradaki çalışmalarınız var mı? Gelecekte böyle bir çalışma düşünüyor musunuz? Onunla ilgili sizden de değerli bilgilerinizi alacağız. Ve şimdi dilerseniz VTR'mizi izliyoruz. İnsanoğlu, biliniz ki iş değildir düşmanlık, dost olun birbirinize ki asıl iş dostluktur. Bugünkü Türkiye bu lokomotiftir. Bugünkü
çünkü Türkiye bu bir büyük aktördür bu bölgede ve dünyadadır. Bunu da akılla almak lazım ve bundan da kullanmak lazımdır her bir Orta Asya ülkesi. ...20 senenin içinde Özbekistan bir büyük adımlar atıldı. Özbekistan'da parlamentosu kuruldu. Özbekistan'da çok partili bir sistem yapıldı. Ve bu senelerin içinde Özbekistan şu anda gösteriyor ki direkt demokratik yoldan bağımsız yoluna ileri gidiyor. Bizler Türkiye ile birlikte, beraberlikte bir demokratik, bağımsız yoldan gideceğizdir. Özbekistan'ın istiklali bizim istiklalimizdir. O istiklalin 20. yılını idrak ettik. İnşallah 30. 50. 100. yılında kardeşlerimiz idrak ederler. Biz Anadolu Türklerinin en büyük dileği budur. Evet, VTR'mizi de izledik. Buyurun sizin Evet, fikirlerinizi 91'den 2011'e 20 yıl, bu sene ikinci 10 yıl önemli bizim için. Biz şunu planlıyoruz sivil toplum örgütleriyle beraber. Bu 20 yılda Türk Cumhuriyetlerinde neler gelişti? Demokratik haklar açısından, insan hakları, ekonomik gelişme açısından onunla ilgili bir büyük sempozyumumuz olacak. Evet. Tabii Özbekistan'a gelirsek, Özbekistan'la da kurumlarımız birlikte çalışıyor. Örneğin TİKA'nın orada altyapı yatırımları var. Sera yapıldığını biliyorum. Büyük bir sera yapıldığını biliyorum. Hastanelere katkıda tabii, bulunuyor. TİKA bunu her alanda yapıyor. Ama bundan sonra şunu söyleyebilirim. Bu program vesilesiyle bundan sonra Nergis Hanım'dan dolayı Özbekistan'a pozitif ayrımcılıkla bakacağız. Teşekkür ediyorum. Çok sağ olun. Tabii ki bu yayınımızla tüm Türk dünyasına sesleniyoruz. Tabii bu yayınla beraber ben sadece çalışmakla değil, aynı zamanda Özbekistan'daki benim Özbek kardeşlerimle, ailemle de aynı zamanda bir takım görüşüyor oluyorum diyeyim, öyle diyeyim. Çünkü tabii özlem oluyor. İnşallah siz Özbekistan'da bulunmadınız, bunu biliyoruz. Evet. Ve inşallah Özbekistan'da bulunursunuz ve ilerleyen zamanlarda güzel bir çalışmalarımız devam edecek, faaliyetlerimiz devam edecek. Daha çok çalışmalar göreceğiz değil mi Levent? Evet evet, kesinlikle öyle. İlerleyen dakikalarda zaten soracağımız çok önemli başka sorular da var. Şimdi sohbetimizi şöyle noktalandıralım. Biliyorsunuz artık biz Mayıs ayının son günündeyiz. Yani ilkbaharın son günü, yarın yazın ilk günü geliyor. Evet. Umarım gelir yaz. Evet, biz de bunu söylüyoruz her zaman. Çünkü son günlerde sürekli başkent Ankara'da yağmur var. Şemsiyeyle dolaşıyoruz. Bir serin hava, bir sıcak. Ondan dolayı tam da şifayı kapacak havalar. Arkadaşlar siz de aman dikkatli olun. Evet. Çünkü okulunuz hala devam ediyor. Bunu da biliyoruz. Bu arada belki sizler de tatil planlarınızı yaptınız. Tatil planlarını yapmayanlar, daha doğrusu 5 çiftimiz bugüne kadar TRT Avaz'dan tatil ödülü kazandı. Türkiye Radyo Televizyon Kurumu'nun Lara tesislerinde Antalya'da bir hafta her şey dahil, ki buna uçak bileti de dahil olmak üzere nefis bir tatil yaşayacaksınız. Ve bu tatili biz de an be an çekeceğiz, kameralara kaydedeceğiz tabii ki. Hurmatli tomoshabinlar, bilasizlar, bizning tanlov o'yinimiz bor va takrorlab aytib o'tish joizki, ushbu o'yinda siz ishtirok etsangiz, siz yoz mavsumida, yoz faslida Turkiyaning betakror shaharlaridan biri bo'lgan Antalya shahrida bir haftalik dam olish chiptasini qo'lga kiritasiz. Buning uchun tayyorlagan qisqa lavhamiz bor. Siz u lavhani tomosha qiling va bizlarga qo'ng'iroq qiling, ism sharifingizni qoldiring, telefon raqamingizni qoldiring va ushbu tanlov o'yinimizning g'olibiga aylaning. Unda esa lavhamizni tomosha qilamiz va VTR'mizni izlaymiz. Detaylar VTR'mizde. Keyifle izleyip zevkle yarışacağınız, bilgilendiren ve kazandıran bir yarışma. Heyecanlı dakikalar, sürpriz hediyeler.
heyecana ortak olmak istiyorsanız hafta içi her gün TRT Avaz'da sizleri de bekliyoruz. Evet sevgili seyircilerimiz aramalarınızı bekliyoruz. Evet şu an saatlerimize baktığımız zaman da 9'u gösteriyor Türkiye saati. Özbekistan'da 11, Azerbaycan'da 11 ve biz yeni günün son saatleri içerisindeyiz. Evet son saatteyiz ama son saatte yine sohbetler olacak, yine müzik olacak, yine eğlence olacak ve sizler yine bizden ayrılamayacaksınız. Yeni günde son saat devam ediyor. Bir kez daha günaydın, bir kez daha programımıza hoş geldiniz. Bir kez daha hoş geldiniz dedik. Bu arada hemen yeni saatin daha ilk dakikalarının da hatta ilk dakikasının içinde şunu da hatırlatalım. Yarın sabah, yarın akşam Türkiye saatiyle saat 8'de. 8'de, Özbekistan saatiyle 10'da ve Azerbaycan saatiyle 10'da TRT Avaz ve TRT Müzik kanalında yayınlanan Avaz'dan Esintiler programına bizim çok değerli bugünkü konuğumuz Ezara Batalova konuk olacak ve siz sevgili seyircilerimiz izleyin. Çok güzel bir program olacak. Evet kaldığımız yerden devam edelim. Müzikle devam edelim. Zafer Albayrak ve Yeni Gün Orkestrası'na dönelim şimdi. Aslında bu ilk önce Arif Sağ'ın seslendirdiği, bestelediği bir şarkı ve sonra da İbrahim Tatlıses'in sesinden dinlediğimiz ve alıştığımız bir şarkı diyoruz. Ben her gece sarhoşum, derdimden de öyle. Yeni Gün Orkestrası ve Zafer Albayrak.
kimseye diyemiyorum. Böyleymiş alın yazım silemiyorum. Böyleymiş alın yazım silemiyorum. Bana sarhoş diyorlar, varsın desinler. Bana sarhoş diyorlar, varsın desinler. Neden içtiğimi ben de bilemiyorum. Neden içtiğimi ben de bilemiyorum. İçki nedir bilmezdim. Şimdi bir ağyaş oldum. Kederle ızdırapla ben arkadaş 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 oldum. Bravo. Zafer Albayrak ve Yeni Gün Orkestrası. Evet, tabii kimsenin kederle, ızdırapla arkadaş olmaması dileğiyle diyelim. Sözü Azerbaycan'a bırakacağız şimdi sevgili arkadaşlar. Saatlerimiz 9.07. Oradan da şimdi çok güzel sohbetler ve Kristal grubunun güzel ifasını dinleyeceğiz. Ama- Ve şimdi söz nasıl gidecek Azerbaycan'a? Azerbaycan'a gidecek ama tabii ki de O güçlü alkışlarla gidiyoruz. Və bu alqışlarla biz sözü sizdən qəbul edirik. Musiqiyə ara verməyək. Bir halda ki, Zəfər həzin musiqilərlə bizə gəldi. O zaman biz ritmi bir qədər qaldırırıq və həsrət küləyini əstirəcəklər burada. Qızlar özdə nə cür əstirəcəklər? Bunu indi siz özünüz görəcəksiniz. Görəsənzadədən gəlir və də Salihin çox sevdiyi bir mahnıda onu da qeyd edirik. Alqışlarımız və hamımız ayağa qalxırıq. Gözəl bayramı bərabər qeyd edirik. Bu qədər xəyallar yaşadım yetər. Mənim də hekayəm burada bitdi. Sənə bağladığım bu ümidlər sevgi dəftərimdə qapanıb getdi. Bu qədər xəyallar yaşadım yetər. Mənim də hekayəm burada bitdi. Sənə bağladığım sonsuz ümidlər sevgi dəftərimdə qapanıb getdi. Bəlkə artıq zaman gəldi həsrətilə özümdə dedim ki artıq zaman gəldi həsrətilə özümdə dedim. Bəlkə artıq zaman gəldi həsrətilə özümdə dedim. Burada həsrət küləyi əsdi, artıq hər şey əbəsdir. Həqiqətin gözlərinə bax özünə nifrət elə, yalanlar daha bəsdir. Sözlərin adi səsdir, vaxt olarsa heç olmazsa bir ürəyini dərinlə. Həsrət küləyi əsdir, artıq hər şey əbəsdir. Na 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 na. Yalanlar daha bəsdir, sözlərin adi səsdir. Na 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 na. Her gün yeni bir aşk nağılı başlar.
gözlerine bak özüne nifret eyle yalanlarda havesli sözlerin adi sesli vaxt olarsa hiç olmazsa bir yüreğini derinle hasret küleği esti artık her şey əbəsli na 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 yalanlarda havesli sözlerin adi sesli na 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 Belki artık zaman geldi hasretiyle özümde gidiyor. Belki artık zaman geldi hasretiyle özümde gidiyor. Belki artık zaman geldi hasretiyle özümde gidiyor. Burada hasret küleği esti artık her şey əbəsdi. Həqiqətin gözlerine bak özüne nifret eyle yalanlarda havesli sözlerin adi sesli vaxt olarsa hiç olmazsa bir yüreğini derinle hasret küleği esti artık her şey əbəsli na 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 yalanlarda havesli sözlerin adi sesli na 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 Bravo. Alkışlarımızla Kristal grubuna teşekkürümüzü bildiririk ve yola salırıq onları. Çok sağ olun. Çok sağ olun. Minnettarıq sizə. Alkışlarımız Kristal grubu için. Çok sağ olun kızlar. Teşekkür edirik sizə. Doğrudan da çok yaxşı bir əhval-ruhiyyə yaratdılar. Ve bizim daha bir qonağımız ve çok əziz həmsöhbətimiz Zəminə xanım Əli qızı da alqışlayırıq. Zəminə xanımı bir daha. Ve söhbətimizi Zəminə xanımla devam edirik. Zəminə xanım. Çox istərdik ki, bir qədər məktəblərin bugünkü texniki, maddi bazalarından da məlumat verəsiniz. Hər halda buna da önəm verilir bugün ölkəmizdə. Bir qədər bu sahədə aparılan işlər və qarşıya qoyulan məqsədlər. Təbii Azərbaycan sisteminə təxminən 5 il öncədən qədəm qoysa da informasiya kommunikasiya texnologiyalarından təminat məsələsi mən sizə bir məsələni xatırladım ki, bizim üçün bu tədris ili həm də məhz siz qeyd etdiyiniz kimi İKT sahəsində keçirilən bir sərgi ilə yadda qaldı. Bu ilin yanvarında biz möhtəşəm bir sərgi keçirtdik. Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığından Bakının bütün təhsil müəssisələrində İKT-dən istifadənin hansı mərhələdə olduğunu nümayiş etdirdik. Yəni bu artıq odur ki, siz bilirsiniz 2007-ci ildən Azərbaycanın təhsil müəssisələrində İKT ilə təminat proqramı, dövlət proqramı reallaşır. Baxmayaraq ki, cəmi 4 ildir. Bu 4 il ərzində biz nümayiş etdirdik ki, bizim təhsil müəssisələrimiz necə böyük uğurlar qazanıblar. Yəni bu il bilirsiniz, ötən verilişlərinizdən birində mən xatırlayıram, dərsliklərlə bağlı bir mövzuyla əlaqədar siz sual vermişdiniz. Mən dedim ki, hətta o zaman Təhsil Nazirliyi nümayəndəsi də iştirak edirdi. Dedim, çox qısa bir zamandan sonra bizdə dərslik anlamı olmayacaq. Yəni uşaqlar məktəblərə notebooklarla, disklərlə, elektron dərsliklərlə gələcəklər və bugün bu artıq o qədər realdır ki. Özü zaman o qədər də keçməyib. Çox qısa bir zaman. Təsəvvür edin. Yəni Azərbaycanda bu inkişaf tempi o qədər sürətlə baş verir ki, insan hətta İKT sahəsində olan yeniliklərə belə çalışırıq ki, addım-addım onu izləyək. Yəni artıq bizim məktəblərimiz var, elektron məktəblərimiz var ki, orada bir şagirdə bir kompüter məsələsi həll olunub tamamilə. Və bizdə elektron dərsliklər var, şagirdlərimiz onlardan səmərəli şəkildə istifadə edirlər. Bütün məktəblərimizdə dərslər son İKT imkanlarından istifadə olunaraq tətbiq olunur. Yəni bu çox böyük uğurdur və baxmayaraq ki, 4 il öncə yeni kompüterlər verilmişdi məktəblərə və artıq növbəti proqram çərçivəsində bu kompüterlər yeniləşir. Yəni kompüter sahəsi üçün, İKT sahəsi üçün 4 il o qədər uzun bir müddətdir ki, sürətlə kompüterlərdə, proqramlarda dəyişikliklər baş verir dünyada. Ona görə də biz ona çatdırmağa çalışırıq. Amma artıq hər bir şagirdimiz, burada əyləşən
uşaqlar, eyni zamanda indi böyük coşqunla məktəblərimizdə öz məzun günlərini qeyd edən şagirdlərimiz, birincilərdən tutmuş 11-cilərə qədər kompüterə, bilgisayara o qədər doğmadılar və onların ən yaxın dostuna çevrilib bilgisayarlar. Ola bilər biz məktəbdə oxuyanda bunlar bizim üçün əl çatmaz görünərdi. İndiki şagirdlər çox belə deyək, asanlıqla bilgisayarlarla davranırlar və onlarsız təhsillərini təsəvvür eləyə bilmirlər. Yəni bu gün bütün Bakının məktəbləri, Azərbaycanın demək olar böyük əksəriyyət məktəblərinin çox sürətli internet şəbəkəsinə qoşulması prosesi reallaşıb. Yəni şagirdlərimiz artıq internet vasitəsilə dünyadan istədikləri informasiyanı əldə etmək imkanındadılar. Və bu bir zamanlar bizim üçün, bir daha deyirəm, əl çatmaz görünürdüsə, indi çox böyük reallıqdır. Və əlbəttə ki, bütün bunlar Azərbaycan dövlətinin təhsil sisteminə göstərdiyi diqqət və qayğının nəticəsidir. Və bu qayğının, bilirsiniz ki, Azərbaycanda təhsil çox prioritet sahədir və ilbəil dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlər artır. Mən deyim, bir məsələni də qeyd edeyim, bu ilki təhsil ili, yəni dərs ili bizim üçün dərs ili başlayır, ümumiyyətlə il başlayır sentyabrın 15-dən, bitir mayın 31-də. Yəni biz iliniz, yeni iliniz mübarək deyə anlamın yanvarda yox, yeni dərs ili başlayan zaman söyləyirik bir-birimizə. Ona görə bu il bizim təhsil tarixində həm də yəqin ki, Türkiyədə əyləşən dostlarımız üçün, həmkarlarımız üçün də maraqlı olar bu məlumat. Bilirsiniz ki, çox qısa bir zaman bundan öncə dövlət başçısının çox dəyərli bir sərəncamı olmuşdu, fərmanı olmuşdu. Ölkədə müəllimlərin dövlət qulluqçusu adının verilməsi ilə bağlı artıq Nazirlər Kabinetinə tapşırıq verilib. Bu, bizim müəllimlərimizə verilən ən yüksək dəyərdir. Yəni, indi bu müddət ərzində xüsusi bir tapşırıq əsasında hazırlanır ki, hansı səviyyədə dövlət qulluqçusu statusu veriləcək, amma bütün hallarda bu veriləcək. Yəni, ölkədə bu sahədə müəllimlik edən, yəni bizim hər birimizi yetişdirən insanların sözsüz ki, onların əməyini dəyərləndirmək, nə etsən də onların bizim üçün etdiklərinin əvəzini vermək qeyri-mümkündür. Amma bununla belə dövlət səviyyəsində verilən bir qiymətdir bu. Müəllimlərimiz dövlət qulluqçusu olacaqlar və onların əməyi çox yüksək səviyyədə məhz bu cür dəyərləndiriləcək. Və bizim üçün bu təhsil tarixi, təhsil ili həm də onlara verilən bir dəyərlə yadda qalacaq. Çox sağ olun Səminə xanım. Əlbəttə ki, bütün müəllimlərə biz daha üzümüzü tuturuq və bu şərəfli işlərində müəllimlik bəlkə də asan görünə bilər. Girdi sinifə, dərsini dedi, çıxdı, getdi. Yox, bu çox şərəfli, çox çətin, eyni zamanda da çox böyük bir məsuliyyət yükü ilə dolu olan bir işdir. Çox sağ olun ki, varsınız, çox sağ olun ki, həyatımızdasınız. Əlbəttə, şagirdlərimiz üçün də hər bir şərait var ki, onlar yüksək təhsili əldə etsinlər. Zəminə xanım, dəyərli fikirləriniz üçün təşəkkürümüzü bildiririk. Söhbətimiz davam edəcək, amma əzizlərimiz, qısa bir aramız var. Qısa bir aradan dərhal sonra buradayıq. TRT Avaz ekranlarında Ortak Coğrafyanın Avazı'nda hafta içi her gün Türkiye saatiyle saat 17'de karşınızdayız. Kültür, ekonomi ve yaşam. Kısacası dünü ve bugünüyle, tarihsel ve güncel olaylarıyla Balkanlarda Türk kültürü ve yaşamı, yani bizim sesimiz, her pazartesi TRT Avaz'da.
Ortak nameler, ortak sözler, ortak duygular. Kısacası müzik kültürümüzün ortak paydalarının buluştuğu program Gönülden Gönüle her salı TRT Avaz ekranlarında sizlerle. Türkü söylemek lazım. Türkü söylemek lazım. Türkü söylemek lazım. Kuşlar. Kuşlar. Hayatın içinden seçtiğimiz konular, müzik ve sohbetimizle her cumartesi TRT Avaz ekranlarındayız. Müzik yolunda buluşmak üzere. Tarih kokan Viyana caddelerinde faytonla Alqışlarımız Abşeron instrumental ansamblı üçün. Bizim məzunlarımızı təbrik etmək üçün burada balaca olmasına baxmayaraq əziz tamaşaçılarımız, gənc və istedadlı vokalçımız var ki, onun adı Yasin Həsənovdur. O da gəlib bugün məzunlarımızı elə gənclərlə bağlı bir mahnıyla ürəkdən təbrik eləyəcək. Buyur Yasin, eşidək səni.
yaxınlaşar düşməninə cəli. Hər kəsə nümunəvi gənclik olar, bir yerdə deyək yalnız irəli. Biz bir olsaq, bircə birlik olsa, yaxınlaşar düşməninə cəli. Hər kəsə nümunəvi gənclik olar, bir yerdə deyək yalnız irəli. Biz bir olsaq, bircə birlik olsa, yaxınlaşar düşməninə cəli. Hər kəsə nümunəvi gənclik olar, bir yerdə deyək yalnız irəli. Biz bir olsaq, bircə birlik olsa, yaxınlaşar düşməninə cəli. Hər kəsə nümunəvi gənclik olar, bir yerdə deyək yalnız irəli. Bravo Yasin. Alqışlarımız sənin üçün. Çox sağ ol. Və mən nə demək istəyirəm? Bu balacalar niyə qaçdı? Bizdən qorxdunuz. Siz niyə qaçdınız axı? Yaxşı, qoy olar ki, rahatca əyləşsinlər orada. Və mən, əziz tamaşaçılar, Cəmilə xanım, biz bunu biraz da əvvəl qeyd elədik. Artıq təqribən saat yarımdır ki, Bakının bütün məktəblərində, nəinki Bakının, Azərbaycanın bütün tədris ocaqlarında, məktəblərində son zəng həyəcanı, sevinci yaşanır. Və bizim əməkdaşlarımız, Lamiyə, bizim televiziyamızın yaxınlığında olan məktəblərdən birinə üst tutub və çox maraqlı oradan görüntülər, lentə alıb, gətirib. Və mən təklif edirəm ki, bax, isti-isti, təzəcə çəkilmiş bu görüntüləri birlikdə izləyək və görək son zəng coşqusu, son zəng həyəcanı və sevinci necə yaşanır. Beləliklə söz Lamiyənin və bizim son zəngi qeyd edən məzunların və onların yaxınlarının doğmalarınındır. Buyursunlar, baxaq. Xeyir olsun əziz tamaşaçılarımız. Biz bugün çox fərqli bir məkandayıq. Artıq dərs ilinin yekûnudur və bugün ölkə üzrə bütün ümumi təhsil məktəblərində sonuncu zəng vurulur və gördüyünüz kimi hər kəs çox sevinclidir, xüsusilə 11-ci siniflər. Bugün onların bayramıdır və bir yerdə onlar bugünkü tədbiri qeyd edirlər. Sinifdə oxuyan uşaqlara bugün arzulu eləyirəm və inşallah bütün məzunlar da bugün bu illəri ali məktəblərə qəbul olarlar. Bütün məzunları təbrik edirəm. Özümü də İnşallah universitetə daxil olarlar, istədikləri yerə. Bütün məzunlarımızı təbrik edirəm. O gün olsa hamısı universitetə daxil olsun. Özümlə bərabər hamı universitetə daxil olmasını istəyirəm. Hamı təbrik edirəm. Hamıya uğurlar arzulayıram. Özümüz də instituta girək. Başqa arzum budur. Yəni çox sevinirəm ki, məktəbi qurtarmışam. Bu qədər. Hamını təbrik edirəm. Mənim qızım 11-ci sinifi bitirir. Bütün valideynləri, eləcə də özümü təbrik eləyirəm. Mənim adım Nəzrindir. O gün olsun 11-ci sinif daha böyük yerləri qutarsın. Birinciləri o qədər təbrik edirəm ki, onlar da 11-cilər kimi inşallah qutarsın. Gəlib uşaqları seçə bilsinlər. Bu yurda adlar yurdu demirlər ki, başlar. O da yazıb adına amansız yüzüllərə. Mən məktəbimizin məzunlarını təbrik edirəm. Arzu edirəm ki, onlar ali məktəblərə daxil olsunlar. Məktəbimizin və müəllimlərimizin adını çatsınlar. Vətənimizə və gözəl Azərbaycanımıza layıqlı uğurlu olsunlar. Əməkdaşımız Lamiyə, alqışlarımızla təbii ki, əməkdaşımız Lamiyə bizə birincilərin və 11-cilərin o hiss həyəcanını, sevincini çatdırdı. İsti-isti əziz tamaşaçılarımız necə deyərlər, siz də bizimlə bərabər izlədiniz və Levent və Nərgiz bizi maraqla izləyirlər və soruşmaq istəyirəm, onlar necə gördülər bizim 11-cilərimizi, birincilərimizi? Buyurun dostlar, söz yenidən sizdədir. Aynur çok teşekkürler. Tabii artık bugün onlar için son gündü. Bu bayram coşkusunu onlar doyasıya yaşıyorlar ve doyasıya yaşayacaklar. Bütün bir yaz boyunca dinlenecekler ki yeni dönemde artık onları bambaşka yeni sınıflar bekliyor olacak.
yeni bilgiler bekliyor olacak. Onların yapması gereken tek şey ise bu yaz tatilini güzel bir şekilde değerlendirmek, yeni döneme iyi bir şekilde hazırlanmak, hem öğretmenlerini hem de kendilerini mutlu etmek ve çalışmak. Onların yapacağı tek şey üniversite bitene kadar, iş hayatına kadar çalışmak olacak. Evet. Tabii 11. sınıflar mezun oluyor ve biz de bir kez daha onları kutluyoruz. Yeni hayata adım atacaklar, üniversite hayatına adım atacaklar ve İnşallah bu attıkları adım güzel olur ve milletine, vatanına katkıda bulunacak gençler olacaklar diyoruz. Tekrar tebrik ediyoruz tüm gençleri, mezun olan gençleri. Evet, artık süremizin sonlarına doğru geliyoruz. Müzikle devam edelim ve yine sizin o güzel sesinizi dinleyelim mi? Evet. Hangi şarkıyı seslendireceksiniz? Siz için saygılı dostlar, Güzel Kırım. Beraber yırlayık. Ey Güzel Kırım, bilesiz. Kırım Tatarlar selam. Almıştadan eski yeri yüzüme vurdu. Balanlıktan oskeneler gözüme düştü. Men bu yerde yaşamadım, yaşlığıma doyamadım. Vatanıma hasret oldum ey güzel Men bu yerde yaşamadım, yaşlığıma doyamadım. Vatanıma hasret oldum ey güzel Kırım. Sağ ol. Bahçelerin meyveleri bal ile şerbet, sularını içe içe doyamadım men bu yerde yaşamadım, yaşlılığıma doyamadım. Vatanıma hasret oldum ey güzel Kırım. Men bu yerde yaşamadım, yaşlılığıma doyamadım. Vatanıma hasret oldum ey güzel Kırım. Balaçağa vatanımdır, göz yaşını döker. Kartlarımız elince ayı dualar eder. Men bu yerde yaşamadım, yaşlığıma doyamadım. Vatanıma hasret oldum ey güzel Kırım. Men bu yerde yaşamadım, yaşlığıma doyamadım. Vatanıma hasret oldum ey güzel Kırım. Urvatan bizimdir. Sağ olunuz. Kırım arkadaşlardan sizge büyük büyük selam. Sağ olun. Ezara Batalova. Sağ olun. Teşekkürler. Çok teşekkür ederiz. Sağ Gerçekten olun, siz de. müthiş bir ses. Özellikle bu şarkıda daha da güzel, o sesinizin bütün tınısını dinlemiş olduk. Sağ olun. Artık programımızın da sonlarına geldik. Kemal Bey,
sizin hem son mesajınızı alalım. Tabii son mesajınızda şu soruyla birlikte alalım. Tabii yurt dışında yaşayan Türk vatandaşlarımıza baktığımız zaman Amerika'dan Avustralya'ya kadar birçok coğrafyada, birçok kıtada yaşayan vatandaşlarımız var. Onların sorunları neler ve bu sorunlar için siz ne gibi çözüm önerileri üretiyorsunuz? Ardından da hemen mesajınızla bağlayalım. Buyurun. Şimdi tabii bu belirttiğiniz coğrafyada 6 milyona yakın yaşayan vatandaşımız var. Bunların eğitimden, sağlıktan, sosyal güvenlikten, kendilerini toplumda ifade etmeye kadar, aile birleşimine kadar bir dizi sorunları var. Bunlarla ilgili biz özel çalışmalar başlattık. Küçük çalışma gruplarıyla her ülke ve bölge üzerine çalışan uzmanlarımızla bu çalışmalar başladı ve devam ediyor. Tabii burada en önemli üzerinde bakacağımız, düşüneceğimiz şey biraz evvel de söyledim. İnsanca bir yaşam, hukukun üstünlüğü ve demokratik hakların kullanımı açısından yurt dışında yaşayan vatandaşlarımızın kendilerini ifade etmeleri için toplumda önüne çıkan engeller nelerse o engelleri ortadan kaldırmak için hep birlikte biz bir çalışma yapacağız. Son cümlemize gelirsek de biz bir hedef cümle oluşturduk. Dedik ki nerede bir vatandaşımız, soydaşımız varsa biz orada olacağız. Bu duygu düşüncelerle çalışmalarımıza başladık ve devam ettiriyoruz. Sizlere de bu programdan dolayı teşekkür ediyorum. Başarılarınızın devamını diliyorum ve televizyonların başında olan tüm kardeşlerimize saygıyla selamlıyorum. Çok teşekkür ediyoruz. Alkışlarımız Kemal Yurtmeç'e. Evet. Ezara, programımızın sonuna gelmiş bulunuyoruz ve senin de bütün Türk dünyasına, kardeşlerimize selamlarını, son mesajlarını alsak buyur. Kırım'a söyleyeceklerim varsa. Bütün Kırım arkadaşlardan sizge büyük sıcak selam. Allah sizge sağlık, baxt versin. Bizge Müslümanlarga birlik olsun. Çok çok sağ olun sizge. Çok teşekkür ediyoruz. Elzara Batalova. Sağ olun. Evet Nergis, biz de birazdan programımızı sonlandıracağız. Sözü Azerbaycan'a bırakacağız. Her zaman olduğu gibi oradan bugün de programımız sonlanacak ama gitmeden önce yine Ezhara Badalova'nın güzel sesini dinleyeceğiz. Evet. Yaxşı. Osman Paşa siz için. Haydi bakalım Ezhara Batalova. Hamsi koydum davaya, başladım ağlamaya. Hamsi koydum davaya, başladım oynamaya. Açtım baktım hamsi yok, başladım ağlamaya. Açtım baktım hamsi yok, başladım ağlamaya. Kollarını askerleri çapayım, tüfeklerin atayım. Askerleri çapayım, tüfeklerin atayım. Osman Paşa bayırdan güle güle bakayım. Osman Paşa bayırdan güle güle bakayım. Nasıl? Yolda tapdım bir habaq, içi dolu danğalaq. Yolda tapdım bir habaq, içi dolu danğalaq. Urudum yerge patladı, danğalaqlar çatladı. Urudum yerge patladı, danğalaqlar çatladı. Hamsi. Azerbaycan bizden
Son dur sefayı sor nene. Ola bak dela bak gel yanıma dene bak. Ola bak dela bak gel yanıma dene bak. Bravo Elzara xanım, öpürük, alqışlayırıq, qucaqlayırıq sizi və gözəl bir mahnının ardından biz də əla bir əhval-ruhiyyə ilə dəvət edirik bura növbəti qonağımızı. Bütün məzunları təbrik edir. Alqışlarımızla Ayaz Qasımov. Sanma gözümde bir melek sensen, Yahudi sen, ay her ne kimsen. İnan ki nazından çok yoruldum ben. Aman unuttum bu eşki çoktan, hayır gelmedi mənə bundan. Sanma güzelim bir daha severem ben. Çok öyündün, çok güvendin, gemi eşke reva bildin. Sanma güzelim geri dönebilirim ben. İndi bildim kadir bilinmez, boş yere sevdim ben. Doldu, 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 benim sevdim çoktan doldu. Hiç yalvarma, ne yakarma, unutuldun sen. Doydu, 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 bu sevgiden nefsim doydu. Hiç yalvarma, ne yakarma, unutuldun sen. Sanma gözümde bir melek sen. Yahudi sen, her ne kimsen. İnan ki nazından çok yoruldum ben. Aman aman unuttum bu eşki çoktan, hayır gelmedi mənə bundan. Sanma güzelim bir daha severem ben. Çok öyündün, çok güvendin, demi eşke reva bildin. Sanma güzelim geri dönebilirim ben. İndi bildim kadir bilinmez, boş yere sevdim ben. Hey! Doldu, 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 benim sevrim çoktan doldu. Hiç yalvarma, ne yakarma, unutuldun sen. Doydu, 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 bu sevgiden nefsim doydu. Hiç yalvarma, ne yakarma, unutuldun sen. Çoktan doldu, hiç yalvarma, ne yakarma, unutuldun sen. Doydu, 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 bu sevgiden nefsim doydu. Hiç yalvarma, ne yakarma, unutuldun sen. Bravo, bravo Ayaz, bir başka Teşekkürler. əhval-ruhiyyə. Salamlayıram hər kəsi, hamınız ürəkdən salamlayıram və bütün məzunları istəyirəm ürəkdən təbrik edeyim. Alqışlar da onlar üçün göndərək. Uğurlar bütün məzunlarımıza və bir daha ürəkdən təbrik edirəm. Çok sağ ol Ayaz. Bir anda ki sen buradasan, sonuncu mahnısını təqdim etməzdən əvvəl mən təklif edirəm ki biz son zəngi burada səsləndirək. Bu tamaşaçılarımız görsün, eşitsin. Beləliklə biz son zəngi məmnuniyyətlə səsləndiririk. Alqışlarımızla bütün məzunları ürəkdən təbrik edirik. Bizim Nərmin balamız son zəngi çalır bizim üçün. Alqışlayırıq və əziz məzunlar, bayramınız mübarək olsun. Təbrik edirik bütün məzunlarımızı ürəkdən. Və sağollaşırıq tamaşaçılarımızla və ömrümüz günümüz hər zaman bayram əhval-ruhiyyəli olsun. Amin. Bülbül uçar bağ istər. Niyə məndən küsürsən, bax çəkirsən dağ üstə. Niyə məndən küsürsən, bax çəkirsən dağ üstə. Getmə, getmə varalım, nə ki dərdin varam. Gözünə düz baxmasam, göz
gözlerimden saralım. Gitme gitme maralım, ne ki derdin var alım. Gözüne düz bakmasam gözlerimden saralım. Sevgi sevenler dolar, sevmeyen onlar dolar. Sevgi sevenler dolar, sevmeyen onlar dolar. Seversen ayrılasan, bak bu yaman dert dolar. Seversen vermeyene, bak bu da yaman dert dolar. Sevgilini kınama, kınayırsan sınama. Dolanarım başına, gelin olsan anama. Sevgilini kınama, kınayırsan sınama. Dolanarım başına, gelin olsan anama. Ay sana gönül bağladım, çaylar kimi çağladım. Sana gönül bağladım, çaylar kimi çağladım. Ben seni bir duygu tek yüreğimde sakladım. Seni ben duygu kimi yüreğimde sakladım. Koca havuz ilgara, küprüğünde bir gara. İnanmasan eşkime, al dışarı bir gara. Koca havuz ilgara, küprüğünde bir gara. İnanmasan eşkime, al dışarı bir gara. Lebime de kan dolar, ne gibi işler dolar ya. Lebime de kan dolar, ne gibi işler dolar. Bülbüller gül bağında, güle bile ben dolar. Ay balam bülbül de gül bağında, güle ben dolar. Sevgilini kınama, kınayırsan sınama. Dolanarım başına, gelin olsan anama. Sevgilini kınama, kınayırsan sınama. Dolanarım başına, gelin olsan anama. Kınama, kınayırsan sınama. Dolanarım başına, gelin olsan anama. Sevgilini kınama, kınayırsan sınama. Dolanarım başına.